Dostlar salam. Yeni bir Excel VBA data struktur dərsi ilə qarşınızdayıq. Dostlar biz bu dərsimizdə binary tree haqqında danışacağıq. Dostlar binary tree data struktur növlərindən biridir və digər data strukturlardan fərqli olaraq binary tree-də özünə xas müəyyən gedişat var, özünə xas müəyyən anlayışlar var ki, onları bilmək vacibdir ki, bu data strukturu istifadə edə biləsiniz deyə. Yoldaşlar, binary tree-dən öncə, keçməmişdən, dərsi başlamışdan öncə belə bir şey demək istəyirəm ki, bizim bu dərslərimiz bir neçə dərsdən bir neçə hissəyə bölünəcək. Çünki binary tree-nin başa düşülməsi, onun istifadə olunması nisbətən digər data strukturlara nisbətən daha bir qəlizdir. O səbəbdən əvvəlki dərslərimizdən istisna olaraq biz bu dərslərimizdə birbaşa binary tree-yə başlamayacağıq. Bunun əvəzində biz binary tree-yə gəlib çıxana qədər yan mövzular var ki, köməkçi mövzular var ki, onlardan bəhs edəcəyik. Daha sonra isə binary tree haqqında danışacağıq. Elə bizim ilk dərsin, yəni bu dərsin ilk hissəsində, ümumiyyətlə binary tree dərslərinin ilk bu hissəsində biz rekursiya mövzusundan danışacağıq. Dostlar, rekursiya mövzusu ümumi olaraq çox önəmli bir mövzudur. Biraz da nisbətən qəliz bir mövzudur başa düşülməsi, lakin başa düşüləndən sonra isə əslində necə bir həmçinin həm asan olduğunu, həmçinin də bəzi nöqtələrdə bizim köməyimizə çatdığını görəcəksiniz. Və yoldaşlar, öncədən demək istəyirəm ki, biz bəzi nümunələr baxacağıq və bu nümunələrdən siz deyə bilərsiniz ki, biz onsuz da bunlar yəni bu rekursiya olmadan da edirdik, lakin niyə indi burada rekursiyadan istifadə edirik deyə suallar da çıxa bilər. Sadəcə dərsi dinləməyinizi istəyirəm, biraz da öyrənib davam etməyinizi istəyirəm. Zaman keçdikcə dərslər müddətində artıq niyə əslində rekursiyaya ehtiyacımızın olduğunu, həmçində bunun binary tree ilə nə əlaqəsi olduğunu və s. başa düşəcəyik. Və növbəti deməli hissələrimizdə isə yoldaşlar artıq rekursiya mövzusunu başa düşdükdən sonra binary tree-nin qurulmasına, həmçinin onun istifadə olunmasına deməli yönəlik müəyyən dərslərə, müəyyən hissələrimizə keçmiş olacağıq. Yoldaşlar, o zaman gəlin, heç gecikmədən rekursiya mövzusuna başlayaq binary tree-dən öncə. İlk öncə onu incələyək, necə bir işdir, necə bir strukturdur, ona bir baxaq. Daha sonra isə artıq davamlı olaraq binary tree-dən deməli danışacağıq. Yoldaşlar, biz əvvəlki dərslərimizdə ümumi olaraq müəyyən data strukturlar keçdik, müəyyən məsələlərdən danışdıq. Hansı ki, yoldaşlar, bunlardan biri ən sadəsi array data strukturu idi. Yoldaşlar, biz array data strukturunda nəsə bir array yaradırdıq və o arrayin daxilinə müəyyən bir ölçü verirdik təbii ki də və ya bu dinamik bir ölçü də ola bilərdi, fərq etməz. Müəyyən bir ədədlər yığırdıq. 1, 2, 3, misal üçün 5, fərqi yoxdur, sıralı ola bilər, artan və ya azalan sırada ola bilər, fərq etməz. Hər bir halda yoldaşlar, biz müəyyən bir array tanımlayırdıq və bu arrayin içərisinə indekslər vasitəsilə, düzdürmü, arraydə, yəni ki, biz indekslər vasitəsilə bu dəyərlərə çata bilirdik və yaxud da ki, bu dəyərlərdən istifadə edirdik. Yəni ki, misal üçün, mən gəlib burada array deyirdim, mötərizə açıb, misal üçün 0 dedikdə, bu artıq burada olan bu birinci indeks, yəni ki, birinci sırada və yaxud ki, 0-cı indeksdə olan o həmin o dəyəri götürürdü və yaxud da ki, mən gəlib aşağıda bu şəkildə yoldaşlar, misal üçün 4 dediyim zaman isə 4-cü indeks mənasında 0, 1, 2, 3 və 4 artıq bu 10 dəyərinə çata bilirdim və yaxud da ki, yoldaşlar, hər hansı bir arraydə array deyirdim, misal üçün 5 deyirdim, yəni ki, array 5 bərabərdir, tutaq ki, 11 dediyimiz zaman isə bu artıq 5-ci indeksə, yəni ki, burada söhbət 6-cı sıradan gedir, bu 6-cı sıraya lazım olan dəyəri mənimsəlirdi. Bu arrayin ümumi olaraq gedişatı idi yoldaşlar, hansı ki, biz bunu indeksləmə vasitəsi ilə arrayin müəyyən indekslərinə çata bilirdik. Həmçinin yoldaşlar for döngüləri, yəni ki, looplar vasitəsilə də biz bunun üzərində addımlayıb, misal üçün 0-cı indeksdən, yəni ki, 5-ci indeksə qədər yəni for döngüsü vasitəsilə onun üzərində addımlayıb da dəyərlərinə çata bilirdik. Yəni ki, bu data strukturun əsas mövzusu bundan ibarət idi. Hansı ki, biz burada hər hansı bir xüsusi bir iş görmürdük. Sadəcə indekslər və yaxud da ki, for vasitəsilə biz bunun üzərində addımlayıb da yeri gəndə əvvəldən sonra və yaxud ki, sondan əvvələ istədiyimiz nöqtədə bu işləri görürdük və dərslərimiz boyunca da dostlar, biz nə iş gördük? Yəni ki, lazım oldu təqdirdə arraydə, VBA-də olmayan müəyyən xüsusiyyətləri ortaya məlumat əlavə etmək, silmək və s. kimi mövzuları da həmçinin müzakirə etdik.
Daha sonra yoldaşlar nə dedik? Linked listlərdən danışdıq. Hansı ki, linked listlərin də özünə xas bir gedişatı var idi və təkrar etmək gərəkirsə yoldaşlar, linked listlər necə bir mövzuydu? Hansı ki, biz bunu bir ipə bənzətmişdik və bu ipin üzərində müəyyən düyünlər var idi və bu düyünlər hər biri bir nod, yəni ki, bir düyün, bir nod sayırdıq və bir düyündən digər düyünə keçmək üçün isə biz mütləq şəkildə bu deməli bu ipin bir ucunu izləməliydik ki, o biri noda gedib çataq və həmçinin digəri də o birisi noda bir yol özündə saxlayırdı. Yəni ki, yoldaşlar, hər bir nod özündən sonra gələn dəyərə. Yəni ki, biz bunu array ilə qarşılaşdırsaq yoldaşlar, bizdə arraydən digər arraya keçəndə sadəcə indeksin nömrəsini dəyişmək bizə kifayət edirdi. Lakin biz linked listlərdən başa düşdük ki, əslində linked listlərdə artıq indeksləmə deyil də, daha çox nə idi? Bir nod özündə digər noda gedən yolu özündə saxlayırdı. Bəlkə bir nod digər nodun özündə obyektini saxlayırdı. Bu şəkildə biz bunu öyrənmişdik. Hansı ki, biz bunu əgər bir deməli qrafik olaraq çəkəsi olsaq, necə bir şey edəcəydik? Bizim mütləq şəkildə bir başlanğıcımız olmalı idi. Yəni ki, bizim bir yəni ki, headimiz olmalı idi. Bu head özlüyündə bir nod idi. Hansı ki, bu şəkildə nodu bir kvadrat şəkildə yəni ki, ifadə eləyək və n1 deyək buna. Və bu nod başlanğıc nodu idi. Ola da bilərdi, olmaya da bilərdi. Amma hər bir halda biz yeni, misal üçün biz arraydə necə idi? Biz yeni hər hansı bir dəyəri məcbur deyildik. Elə sıralama ilə 0, 1, 2, 3, 4, 5 deyə qeyd eləyək gedək. Bizim misal üçün toplam 5-6 dənə misal üçün yerimiz var idisə, biz sonuna da başlayıb doldura bilərdik, ortadan da başlayıb doldura bilərdik. Heç bir fərqi yoxdur. Amma headdə, yəni ki, linked listdə necə idi vəziyyət? Biz mütləq şəkildə head qoymalıydıq, yəni ki, başlanğıc qoymalıydıq, düyün. Sonra yeni bir dəyər gələndə mütləq o yeni gələn dəyər, yəni yeni gələn nod və yaxud da ki, nə olmalıydı? Headdən sonra və ya ki, bir noddan digər noda keçməli idi. Yəni ki, yoldaşlar, bu şəkildə bir ox qoysaq əgər, bu növbəti nod, yəni ki, bu nod özündə bu ikinci nodun obyektini saxlayırdı. Həmçinin bu ikinci nod özündən sonra gələn digər nodun obyektini saxlayırdı bu şəkildə. Və bu şəkildə davam edirdi yoldaşlar. Bu nə zamana qədər davam edirdi? Artıq sonuncu noddan sonra artıq ipin ucu boşa çıxanda və yaxud ki, ipin ucunda artıq başqa bir nod olmayanda, bu sıralama sona çatanda artıq hər bir nod özündə başqa bir nodu saxlayır axı dedik, düzdürmü? Obyektini saxlayır. Artıq bu noddan sonra heç bir nod olmadığı üçün də bu nə iş görməli idi? Ən yaxşı halda özündən sonra nothing, yəni ki, null saxlamalı idi, nothing saxlamalı idi ki, biz artıq bu şəkildə birindən digərinə addımladığımız zaman ən sonunda nothing-i görəndə başa düşək ki, nə baş verir burada? Yəni ki, bu nodların sayı bitdi və bizim əlimizdə olan dəyərlərin hamısı bunlardan ibarətdir. Bax, bu yoldaşlar linked list mövzusuydu. Hansı ki, biz bunu necə də öyrənmişdik? Həmçinin double linked list olaraq öyrənmişdik. Həm sağdan sola və ya ki, next demişdik, düzdürmü? Yəni ki, bunlar bir növ next sayılır. Lakin bu da nə idi yoldaşlar? Bizim üçün bir prev əməliyyatı sayılır. Yəni ki, previous əməliyyatı sayılırdı. Yəni ki, biz bu headdən başlayaraq next deyib sona qədər gedirdik. Yeri gəldikdə isə nə olurdu? Bu sondan arxaya doğru prev deyərək geri qaydırdıq. Həmçində ən sonda isə yoldaşlar nə iş gördük? Biz double circular linked listdən də danışdıq. Bu da nə idi? Sonuncu artıq linked listin nothing-ə deyil də sonuncu nodun elə ilk noda nə etməsi idi? Özündə obyektini saxlaması idi. Bu şəkildə bir döngü yaratması idi. Yəni ki, mən next dediyimiz zaman bu günün sonunda ən sonda yenidən ilk head noda geri qayıtmalı idi. Bu şəkildə bir döngüsel olaraq da linked listlərdən biz bəhs etdik və bunu yaratdıq. Yoldaşlar, eyni qaydada fikir versəniz, biz burada for döngüsü vasitəsilə addımlayırdıq. Burada sadəcə next deyərək, prev deyərək, sanki bir düymə düzəltmişdik. O düymə vasitəsilə next və prev deyərəkdən biz dəyərlərimizə gedib çatırdıq. Lakin yoldaşlar, biz bu günləri sizinlə bərabər artıq bir mövzu götürmüşük, bir binary tree data strukturunu götürmüşük. Hansı ki, biz bayaqları bunu da göstərdim sizə ki, binary tree bu şəkildə təxmini görünür. Fikir versəniz, elə bir sanki bir adı üstündə ağacdır və ağacın budaqları bu şəkildə parçalana gedir. Gəlin bunu yoldaşlar çəkməyə çalışaq. İlk öncə biz gözümüzün qarşısında olsun. Daha sonra isə üzərində keçən növbəti mövzular danışaq. Dostlar, bizim illaki trimizin bir başlanğıcı olmalıdır, düzdürmü? Biz buna digər mövzularda head dedik, nə bilim, başlanğıc 0 indeks və s. dedik. Gəlin yoldaşlar, biz buna bu səfər deyək root, yəni ki, kök başlanğıc deyək. Bu şəkildə
olsun, root deyək, başlanğıc bir olsun və dostlar root olsun və bu root özündə ağac stilində, yəni ki, adı üstündə biz binary deyiriksə yoldaşlar, yəni binary, yəni ikili sistem, ikili ağac nəzərdə tutaq. O səbəbdən bunun altından yoldaşlar 2 dənə deməli bir növ budaq, yəni branch açılmış olsun. Bunlar da özlərində yeni bir node sayaq. Bu arada yoldaşlar bu kvadratları eyni qaydada siz node saya bilərsiniz. Yəni burada noda biz düyün kimi istifadə edirdik, amma buradakı nodu da eyni qaydada ağacın budaqları və ya keçidləri kimi başa düşə bilərsiniz və bu şəkildə ikinci bir nodu da əlavə edim. Yəni ki, hər bir nod özündən sonra adı üstündə binary, özündən sonra nə edir? 2 ədəd bu şəkildə deməli nod ayırır. Həmçinin o nodların da özləri nə olsun yoldaşlar? Özləri də 2 yerə parçalansın. Yəni bu şəkildə dostlar artıq sonsuza qədər deməyək də, yəni müəyyən bir nöqtəyə qədər artıq bu parçalanmalar deməli baş verə bilər. Həmən bunu da çəkim. Bu da eyni qaydada özlüyündə parçalanır bu şəkildə və həmçinin də bu şəkildə bura qədər parçalanır və dostlar bu şəkildə qarşımızda bir ədəd görüntü çıxmış olur. Yenidən dostlar təkrar eləmək istəyirəm. Baxın biz burada prev next deyə gedirik. Həmçinin burada indekslərlə addımlayırıq. Yaxşı sual versəm ki, biz bunun üzərində necə addımlayaq? Ağlımıza ilk gələn nə ola bilər yoldaşlar? Ağlımıza ilk gələn odur ki, misal üçün biz burada prev next deyirdik. O birisində başqa cür. Bəlkə buna left right deyək. Misal üçün düzdürmü? Right call, vertical left call. Həmçinin də burada left call, burada right call, həmçinin burada left call olsun, burada həmçinin də right call olsun. Düzdür yoldaşlar? Bu da bir variantdır ki, əslində elə yaxşı variantlardan biri də budur. Lakin yoldaşlar bu leftlər, rightlar nə vaxta qədər davam edəcək? Bax, əsas suallardan biri budur. Çünki biz burada başa düşürdük ki, sonda nothing-ə gəlib çatacaqdır. Bilirdik ki, bitdi və yaxud ki, N3 circle'larda heç ehtiyac yoxdur bilməyə, zaten geri özünə qayıdırdı, header özünə qayıdırdı və yaxud ki, array-də bilirik ki, məsələn, sonuncu, yəni ki, indeksi bizim burada 5-ci indeksdir. Başa düşdük ki, 5-dən sonra 6 olmadığı üçün bu sona çatdı. Bu şəkildə yoldaşlar müəyyən işlərlə biz bu root'u sonlandırırdıq, ya da üzrən bu array-i sonlandırırdıq, lakin bu şəkildə bir binary tree-də biz yaxşı necə eləyəcəyik? Bu biraz ən əsas suallardan biri sayılır. İndi dostlar, bu sualın cavabını axtara belə bir şey etmək istəyirəm. Gəlin bunların hər birinə bir dəyər verək. Yəni ki, fərz eləyək ki, bunların hər biri özündə bir dəyər saxlayır. Belə bir şey eləyək. 3, 2, 2. Yəni ki, 3 mərtəbə olduğu üçün yoldaşlar 3-dən danışdım. Mərtəbə də nə edirəm yoldaşlar? Bu birinci mərtəbədir. Bunlar ikinci mərtəbədir. Bunlar da üçüncü mərtəbədir o mənada. Yəni ki, bir 3 səviyyəli, 3 dərinlikli bir deməli binary tree yaratmışam. 3 olsun bura. Bunlar 2, 2 olsun. Çünki 3-ün altında 2 dənə bunun qolu 2-lər olsun. Bunun da altında 1-lər olsun bu şəkildə. Bu da 1, bu da 1. Və yoldaşlar təbii ki də bunlar 1-lərin bu 2, 1 buna aiddir. Bu 2-1 isə buna aid olduğunu artıq başa düşürük. Yoldaşlar, təbii biz dedik ki, məsələn, bunların da özlərində hər hansı bir rəqəmlər olsaydı yoldaşlar, biz bunu çapa verəsi olsaq, yəni ki, sıralı şəkildə çapa verəsi olsaq, nə edir? Birinci node 1-i, sonra node 2-ni, sonra node 3-ü və geri qayıdırdı. Və yaxud ki, burada 1, 2, 3 for döngüsü ilə addımlasaq, 1, 2, 3, 5, 10, 11 və s. bu şəkildə addımlaya gedir, düzdürmü? Bəs yaxşı, biz burada necə bir addımlama icra etməliyik? Yəni ki, misal üçün, mən əgər hələ heç bir şey düşünmədən məndən tələb olunsa ki, yəni ki, belə bir addımlama elə, hər birinin üzərində bir dəfə addımla. Yəni ki, mən 3-ü bir dəfə cavab verdimsə, ikinci dəfə bunun geri üzərinə qayıda bilmərəm, düzdürmü? Və ya digərlərinin bu şərtlə bizə bir addımlama eləsək, təbii ki, gəlin başlayaq hardan? 3-dən. Misal üçün, mən deyim burada yoldaşlar 3. Tamam, birinci rutu götürüm. Sonra deyim ki, keçək sola. Sağda keçə bilərsiniz. Sonra mən indi soldan başlayıram. Soldan sağa doğru gedək. Sonra 2-ni çapa verdim. Sonra yəni ki, 1-i çapa verəcəm. Yoldaşlar, bu 3, 2, 1 nədir? Birinci root, rootun lefti 2, 2-nin lefti nə? 1. Daha sonra 2-nin lefti dedikdə, yəni ki, bu 2 artıq sondan bir səviyyə yuxarıda olan deyə, leftdən sonra ya left var, ya da üzr istəyirəm, 2-dən sonra ya left var, ya right var. Yəni ki, bu 2-nin alt komponentlərini bu şəkildə çapa verməyə çalışaq. Yəni ki, 3, 2, 1, 1. Bu şəkildə. Artıq siz buradan başa düşə bilirsiniz ki, burada olan bu birlər bu 2-nin nə idi? Yəni ki, alt komponentləri sayılır. Həmçinin yoldaşlar davam edək. Bunlar bitəndən sonra, axı bu 3-dən sonra hələ ki, bu 2-ni çapa verirdi. Düzdür, bu 2, bax burada olan bu 2-dir. Nə olmalıdır bu səfər? Digər 2-yə keçməlidir. Belə olan təqdirdə yoldaşlar, gəlirəm 2 deyirəm.
Sonra bu ikinin de alt komponentləri varsa onlar çapa verilir. Və bu şəkildə yoldaşlar bir qarşımızda görüntü çıxır və təbii ki də yoldaşlar siz bunu əgər böyütsəniz, yəni ki böyütmək nə deyirəm? Misal üçün ola bilər ki bu 3-dən başlamadı 4 səviyyəli 4-dən başlasa bəs onda necə olacaqdı? Gəlin onu həmən bu şəkildə kopyalayaq. Belə burada həmən bunları silirəm, bunları təmizləyim, yenidən onsuz da yazacağıq və Left Light'ı da Right'da silmək istəyirəm yoldaşlar. Bunlar da məncə ehtiyac deyil, artıq başa düşüldü. Çox qarmaşıq olmasın. Belə bu şəkildə Left, Right, həmçinin buradakı root'u da silək yoldaşlar. Çünki artıq bizim root'umuz da dəyişəcəkdir. Gələm buradan biraz aşağıya gətirək və bundan sonra dostlar artıq yeni root'umuzu, yəni ki yoldaşlar 4 deməli dəyərli olan yeni root'umuzu əlavə edəcəm. Bundan sonra yoldaşlar baxın gəlirəm bura 4 3, həmçində bura gəlirəm 4 3. Yəni yoldaşlar yeni bir nod gəldikcə, yeni bir root gəldikcə bu şəkildə bizim səviyyələrimizi arta gedəcəkdir. Bunun üzərində yoxlayaq yoldaşlar. Deyilsə ki, bəs bu ağacın bütün yarpaq budaqlarının hamısının üzərində artıq gəzin, bütün dəyərlərini mənə çapa verin. Bəs onda necə olacaqdı? Bax belə olan təqdirdə yoldaşlar həmən düzəlişlərimi eləyim. Bəs belə olanda nə olacaq yoldaşlar? Belə olan təqdirdə baxın, ən yaxşı halda birinci 4, sonra 4-ün sol tərəfi 3, o sol tərəfinin öz sol tərəfi 2, onun da sol tərəfi nə oldu? 1. Və burada nə olacaq? Artıq bu bir sonuncu nöqtədir, amma bu birin bir qardaşı da var, necə deyərlər, yəni sağı da var. Bu bir çapa verilsin. Yəni ki, 2-nin alt komponentləri. Dostlar, bizim məntiqimiz burada budur ki, hər bir nodun alt komponentləri çapa verilməlidir. Yəni ki, mən normalda bax, sadəcə bu hissəni görsəm, hətta bunu qırmızı ilə çəkim, yəni biz sadəcə bax, bu hissəni görəsi olsam, 4, 3, 3. Mən normalda nə yazmalıyam? 4, 3 və 3. Niyə? 4-ün alt komponentləri nələrdir? Bu 3-lər. Və yaxud da ki, mən sadəcə, bax, misal üçün, fərz eləyib, ancaq və ancaq bu hissəni görəsi olsam, hətta bunun da içərisində bu hissəni görəsi olsam, nə olacaq yoldaşlar? 3, 2, 2. Dedik ki, bunu əgər bu şəkildə, yəni ki, ancaq bu hissəni görəsi olsam, bayaq çəkdiyimiz kimi 3, 2, bax, nə baş verir yoldaşlar? Artıq 2-nin özü, normalda bundan sonra mən yuxarıda 3, 2 yazmışam, düzdürmü? Amma görürəm ki, 2-dən sonra, bu 2-nin özündən sonra da yenə nə var? Başqa komponentlər var. O səbəbdən nə baş verir? Yenidən 2, 1, 1 yazmalıyım. Yəni ki, bunlar bitməlidir ki, alt komponentlərin hamısı bitməlidir ki, digər budaqlara keçə bilim. Və bundan sonra yenidən 2 və 1, 1 sayılır. Bax, bu məntiqlə yola çıxaraq yoldaşlar, biz burada həmin bu rəqəmləri yazı getməliyik. 4, 3, 2, 1, 1. Sonra artıq elə ki, bu normalda indi 4-dən başlamışdıq deyə 3-ə keçdik. 3-ün alt komponenti 2, 2-nin də alt komponentləri nə oldu? Bu 1-1-lər. İndi bu 1-1-lər bitdi. Bu 2-nin qardaşı var. Elə ki, sanki bunlar bir cütdür. İndi bu cüt, bunlar cüt olaraq tamamlandı. Axı bu cüt tamamlanmayıbdır, düzdürmü? Bu cütü tamamlamalıdır. Bu cüt də hansı cütdür? Bax bu. Bu ikisi. Yoldaşlar, gəlirəm bura 2, yenidən bunun alt komponentləri 2, 1, 1. Tamam, bax, bu isə, dostlar, 3, 2, 1, 1, əslində 4-ün, bax, bu sol tərəfini sizin üçün ifadə edir. Tamam, həmçinin yoldaşlar, gəlirəm, bu sol tərəf bitdikdən sonra, əslində burada olan, bax, bu yazı eyni qaydada burada aiddir, yəni sağ tərəfə də aiddir. Yenidən 3, 2, 1, 1, 2, 1 və 1 olaraq bu şəkildə davam edəcəkdir. Yoldaşlar, fikir verdiniz, binary tree üzərində addımlama edərkən belə, əslində konkret bir düzdür, oxşuyur nəyəsə bənzəyir kimi, müəyyən bir alqoritm üzrə biz addımlama edirik. Amma yoldaşlar, siz bunu hər hansı bir for döngüsü ilə və ya ümumiyyətlə döngülər vasitəsilə etməyiniz hardasa çox çətin, çox qəliz və həmçində bəzi zamanlarda isə yoldaşlar demək olar ki, qeyri-mümkün sayılır. Bax, əslində mən burada bayaqdan demək istədiyim budur ki, biz əvvəlki data strukturlarda alışdığımız üzrə for döngüsü ilə next deyərək və s. kimi anlayışlardan artıq istifadə etmirik. Binary tree üzərində addımlamaq, onun yaradılması və yaxud da ki, onun dəyərlərini çatmaq. Bax, belə olan təqdirdə yoldaşlar, biz
rekursiya anlayışından artıq istifadə etməliyik. Yəni ki, bax yoldaşlar, biz binary tree-ni zaten bir neçə hissəyə bölməmizdəki səbəblərindən biri də budur ki, binary tree-yə gəlib çıxana qədər mütləq şəkildə biz rekursiya anlayışından da deməli xəbərdar olmalıyıq. Yaxşı, nədir rekursiya? Dostlar, rekursiya elə əslində bizim ətraf mühitimizdə də baxsaq, biz bu rekursiyanın izlərinə aşağı-yuxarı deməli çata bilirik və yaxud ki, bunun izlərini görə bilirik. Misal üçün, yoldaşlar, baxın, hər hansı bir ağacı, zaten bayaqdan binary tree-dən danışırıq. Bax, bu ağacdan misal gətirək. Fikir versəniz, yoldaşlar, bir kökdən başlayır. Hansı ki, bizim elə fikir versəniz çəkdiyimiz kimi bir kökdən başlayır. Daha sonra biri sağa, biri sola budaqlar ayrılır. O budaqların özləri iki yerə parçalanır. Parçalanan budaqlar özləri iki yerə parçalana gedirlər yoldaşlar. Ən sonda hara çatana qədər bu şəkildə bir, yəni ki, yarpaqlara və ya sona çatana qədər. Yəni ki, yoldaşlar, bizim bayaq çəkdiyimiz kimi bu hissəyə artıq son bir-birlərinin olduğu hissəyə deməli çatana qədər. Başqa misal gətirək yoldaşlar, fikir versəniz, burada təbiətdə misal üçün belə bu şəkildə işarələr var. Hətta bu da yaxşı bir misaldır. Fikir versəniz, dairələrdən ibarətdir. O dairələrin sağ-sol tərəflərindən paralel şəkildə başqa dairələr çıxır. Bu dairələrin içində başqa dairələr. Bu şəkildə yoldaşlar özünü təkrarlayan, əslində rekursiya ilə o deməkdir. Yəni ki, özünü təkrarlayan müəyyən mövzularla, müəyyən məfhumatlarla bu şəkildə qarşılaşa bilirik. Yoldaşlar, özünü təkrarlama rekursiyanın əsas anlayışlarından biridir. Nə deməkdir bu? Dostlar, baxın, biz böyük pəncərədən baxsaq, bunun özü bir ağacdır. Yəni ki, bir binary tree, tamam. Və 4 iki yerə parçalanıb, o iki yerə parçalanıbdır. Yoldaşlar, biz bax, təkcə bu hissəyə baxası olsaq, diqqətlə baxın indi, biz sadəcə bu hissəyə baxası olsaq, əslində bunun da özü bir rekursiyadır. Yəni ki, bunun da özü bir nədir? Daha doğrusu bir parçalanmadır, düzdürmü? Bunun əvəzinə, bax, bura baxsaq, misal üçün, belə çəkin bu şəkildə, bu hissəyə baxsaq, bunun da özü nədir? Parçalanmadır. Yəni ki, 3 2-2-yə parçalanıbdır, 2-2 də nəyə parçalanıb? Yoldaşlar, birlərə parçalanıb. Yəni ki, o bölünmə əvvəlkinin etdiyi o hərəkəti, etdiyi o davranışı yenidən aşağıda həmin o davranışı təkrarlamasıdır. Yəni ki, 3 parçalandığı kimi 2 də parçalanır. Eyni qayda yoldaşlar, ən yüksəyə baxdığımız zaman isə eyni qaydada 4 parçalandığı kimi 3, 3 parçalandığı kimi 2, 2 də parçalandığı kimi birlərə parçalanır. Zaten bu axırıncı nöqtədə artıq bundan sonra parçalanma yoxdur. Və bu şəkildə yoldaşlar, rekursiya əməliyyatı əslində burada öz izini bizə göstərir. Yaxşı dostlar, bu bizim təbiətdən həmçində qarşılaşdığımız müəyyən, bu binary tree-də görmüş olduğumuz müəyyən əməliyyatlardır. Yenidən tək etmək gərəkirsə yoldaşlar, baxın, bu şəkildə bir düzlük var, bir əməliyyat var. Biz bunu dediyimiz kimi, yəni ki, rekursiyanın köməyi olmadan əslində çox uzun kodlarla, çox qəliz kodlarla yazırıq. Lakin rekursiyanı başa düşdükdən sonra isə əslində bunun necə asan olduğunu da siz deməli burada görmüş olacaqsınız. Yoldaşlar, o zaman gəlin, keçək kod tərəfə və rekursiya necə çalışır və rekursiyada bilməyimiz gərəkən nələr var, onlar haqqında danışmağa. Dostlar, rekursiyanı deməmişdən öncə, birbaşa metodu yazmamışdan öncə, funksiyaları yazmamışdan öncə əvvəlki biliklərimizi bir həm təzələyək və müəyyən mövzuları özümüzdə açaq. Yoldaşlar, deməli, biz müəyyən bir funksiyalarla və ya subprosedurlarla və s. işləyirik. Bunu bəzən belə, yəni ki, individual yazırıq, onu tam sərbəst yazırıq və subprosedur təyin etdikdən sonra içərisinə müəyyən kodlar yazılır. Misal üçün, yoldaşlar, debug nöqtə, misal üçün, print deyək və burada deməli hello world deyəcəyik. Bu şəkildə bir yazı yazdığımız zaman və run düyməsinə kliklədiyimiz zaman aydın məsələdir ki, yoldaşlar, subprosedur sub hissəsindən başlayır və end sub-a gələnə qədər və içərisində nə qədər kodu varsa, hər birini icra eləyə end sub-a qədər gəlib çıxacaq. Bunu hətta debug prosesi vasitəsilə də görsək, F8 ilə addımlayıram. Baxın, birinci sətr oxunur, sonra arxasınca ikinci sətr oxundu, bu icra olundu. 3-cü sətrə keçdi, end sub-a keçdi və bu şəkildə artıq prosesimiz deməli sonlanmış olacaqdır. İndi məsələ nədir yoldaşlar? Mən bu sətirlərin sayını bir neçə dəfə də artıra bilərəm, düzdürmü? Hello falan deyə bilərəm. Həmçinin yoldaşlar burada deyə bilərəm hello, misal üçün Kamran və s. Və hər birini icra eləyə gedir. Dostlar, main subprosedur başlayır, end sub-a gələnə qədər
məcburdur neynəsin yoldaşlar? İçərisindəki bütün kodların hamısının üzərindən addımlasın. Həmçinin də onları icra etsin və etməsin fərq etməz. Yəni bunların üzərindən bir dəfə keçməlidir ki, end saba gəlsin, çatsın. Yaxşı yoldaşlar, belə bir şey demək istəyirəm. Biz bilirik ki, call əməliyyatı var, deməli VBA-də. Hansı ki, ümumiyyətlə sub prosedur deyirəm və bir ədəd misal üçün nə olsun? Print adında belə bir sub prosedur əlavə edirəm və içərisində bir ədəd bir yazı var. Misal üçün hello Tərlan olsun bu şəkildə. Və dostlar, mən bu sub proseduru ayrıca da istifadə edə bilirəm. Həmçinin yoldaşlar, bunu ehtiyac olduğu təqdirdə misal üçün başqa bir prosedur daxilindən də eyni qaydada çağıra bilərəm. Düzdürmü? Yəni ki, bunu call və ya stat yazmasaq da fərq etməz, onu çağırmaq mümkündür. Call desəm bu şəkildə çağırmaq mümkündür. Yəni dostlar, bunun davranışına baxaq indi. F8 ilə addımlayıram. Baxın, hello world yazıldı. Hello Sənan da yazıldı. Lakin printə gələndə yoldaşlar, bizim gözləntimiz nədir? Yəni ki, mən F8-i basanda artıq digərlərində olduğu kimi hello world-dan sonra necə ki, bunu icra edəndən sonra hello Sənana keçir. Yəni ki, bizim kodumuz. Burada print də icra olunandan sonra artıq nədirsə birbaşa debuga keçməlidir. Düzdürmü? Yəni ki, bu kamrana keçməlidir. Lakin dostlar, diqqətlə baxın, F8-ni addımlayanda artıq söhbət sanki burada bağlanır, burada da artıq main funksiyası tamamlanır. Sanki artıq üzərində işləmirmiş kimi keçir hara yoldaşlar? Aşağıdakı printə bunu icra eləyir. Yaxşı yoldaşlar, bir dənə burada sual verim sizə ki, mən bu printi main içərisində yazmışdım. Maində başlayan proses printdə davam elədi və print end saba gəldi, çıxdı. Lakin yoldaşlar, bu print üzərində debug etdiyimiz zaman, bunun üzərində kodlar icra olunduğu zaman, bu o deməkdirmi ki, main funksiyası da tamamlanıbdır? Bu sualı versəm, sizin cavabınız nə olardı? Cavab budur ki, yoldaşlar, main funksiyası təbii ki də dayanmayıbdır əslində. Niyə dayanmayıbdır? Çünki mən main funksiyası daxilində, yəni subprosedur daxilində daha doğrusu, printi çağırdım. Print hələ ki öz işini bitirmədən yoldaşlar, main növbəti addımlara keçə bilməz. Nə deməkdir bu yoldaşlar? Sanki print funksiyası icra olunub bitənə qədər main funksiyası müvəqqəti olaraq dayandırılır. Müvəqqəti olaraq saxlanılır ki, print funksiyası öz işini yerinə yetirsin. Daha sonra isə baxın olsa indi end sub dedikdən sonra normalda biz bayaqlar gördük end subdan sonra ümumiyyətlə proqram dayanır. Lakin bir dəfə F8 eləyəndə baxın yenidən mainə geri qayıtmış oldu və yenidən qaldığı yerdən davam eləyir. Başladığı sub prosedurda artıq end sub deyib də bundan sonra artıq nə baş verir yoldaşlar? Bizim deməli proqramımız dayanmış olacaqdır. Bax, bu yoldaşlar gedişat nə idi? Yəni, biz nested function deyirdik buna. Yəni ki, bir metodun bir başqa metodu, bir subprosedurun başqa subprosedur çağırması, ondan istifadə etməsi kimi anlayışlar var idi ki, biri bitməmiş digərinə keçmir və daha doğrusu bir funksiya öz işini bitirməmiş, əvvəlkini geri qayıtmır anlayışları var idi. Bunu daha da dərinləşdirmək olar yoldaşlar. Yəni ki, misal üçün mən burada gəlib də print 2 deyərəm bu şəkildə. Bunu da çağırmış olaram buradan. Yəni ki, printin özü hətta burada deyil də yoldaşlar, burada çağırmış ola bilərəm. Baxın yoldaşlar, F8-ni addımlayıram. Print deyir. Print gəlir buradan. Bu printin də içərisində başqa bir print 2 var. O da çağırılır. Yəni ki, hətta bu print 2 üzərində debug etdiyimiz zaman həm bu print, həm də main funksiyası müvəqqəti dayandırılır. Nə zamana qədər yoldaşlar? Print 2 öz işini bitirir. Print də öz işini bitirəndən sonra yenidən main funksiyasına qayıdır və bu şəkildə yoldaşlar main funksiyası da öz işini tamamlamış olacaq. Bu şəkildə yoldaşlar biz içəridən yəni ki öz başqa subprosedurlarımızı çağıra bilirik. Biz əslində dostlar bunu həmçinin Excel-in özündə də görmüşük. O mənadakı yoldaşlar fərz eləyin belə bir yazı var. Sənan Qəmbərov yazmışam. Hamısı kiçik hərflərlə və arada da yoldaşlar bir neçə lazımsız boşluq var. İndi bizdən tələb olunur ki, mən bu boşluqları həm təmizləyim, həmçində hər birinin yəni ilk hərflərini, yəni ki, capital case eləyim, yəni ki, böyüdüm bunları. Dostlar, biz bilirik ki, normalda ilk baş hərfləri böyüdən deməli nədir? Başqa bir funksiyadır. Bu funksiyanın adı nədir? Proper funksiyasıdır. Bu şəkildə lazımsız boşluqları təmizləyən isə trim funksiyasıdır. Bunu ayrı-ayrı yazdığımız zaman yoldaşlar, əslində hər biri öz işini yetəri qədər müvəffəqli şəkildə deməli icra eləyir. Lakin dostlar, bizdən tələb olunan nədir? Mən bunu yazan kimi həm aradakı boşluqları götürməlidir, həmçində
deməli, ilk hərfləri böyük hərflə yazmalıdır. Bax, belə olan təqdirdə biz artıq bizə məlum olan nested function anlayışından istifadə edirdik, nested formula anlayışından istifadə edirdik. Hansı ki, iç-içə yazılmış formullardan istifadə edirdik. Bu da nə idi yoldaşlar? Hansı ki, misal üçün mən bilirəm ki, mənə bir dənə ilk öncə nələr lazımdır? Trimləmək lazımdır. Bəri başdan lazımsız boşluqları bir silim. Bu səbəbdən seçirəm və lazım olan aralığı seçdikdən sonra bu şəkildə təmizlənir. Lakin dedik ki, bu da olandan sonra nə baş verməlidir yoldaşlar? Elə eyni xana içərisində, başqa xanada ehtiyac yoxdur yazmağa. Bu xana içərisində həmçinin də nə etməliyəm? Onun ilk hərflərini böyütməliyəm. Bu zaman nə iş görürük yoldaşlar? Biz artıq trimin də qarşısına proper yazırıq və yaxud ki, tərsinə properin text arqumentinə trimlənmiş A2 xanasında trimlənmiş bu dəyəri ötürürük. Bax yoldaşlar, bu əslində bizim bayaqları VBA tərəfdə yazdığımız o anlayışın demək olar ki, birəbir oxşarıdır. Birəbir demək olar ki, eynisidir. Niyə yoldaşlar? Çünki biz koda soldan sağa baxdığımız zaman ilk öncə proper görürük, düzdürmü? Bu properi görəndə biz başa düşürük ki, və yaxud ki, başa düşməliyik ki, biz artıq properin daxilində nəsə bir tekst ötürmüşük ki, adı üstündə arqumenti zaten tekstdir. Tekst ötürmüşük və bu tekst gələn tekstin nə olursa olsun ilk hərflərini, deməli, böyük hərflə yazacaq. Lakin qarşısına baxdığımız zaman, yəni onun arqument hissəsinə baxdığımız zaman isə, parametr hissəsinə baxdığımız zaman isə burada trim funksiyasını görürük. Yəni ki, bir funksiya daxilində başqa bir funksiyanı, bir formula daxilində başqa bir formulanı görmüş oluruq. Dostlar, biz burada nə nəticə çıxardırıq artıq? Deyirik ki, bu proper, bəli, öz işini görəcək birazdan. Amma nə zaman görəcək və yaxud ki, nə zamana qədər gözləyəcək ki, öz işini görsün? Nə zaman ki, yoldaşlar, trim funksiyası öz işini icra edib bitəndən sonra boşluqları təmizləyəcək. Boşluqlardan təmizlənmiş bir şəkildə, baxın zaten üzərində tutanda göstərir. Boşluqlardan təmizlənmiş bir şəkildə A2 xanasından gələn dəyəri bax properə ötürəcək. Sanki trim funksiyası öz işini görəndən sonra yoldaşlar, properin daxilində bu yazılır. Sənan Qəmbərov. Boşluqlardan təmizlənmiş bir şəkildə. Və bu boşluqlardan təmizlənmiş bir şəkildə trim öz işini icra etdikdən sonra artıq proper trimdən gələn bu dəyəri nə edir yoldaşlar? Lazım olan dəyərə çevirmiş olur. Bax, bu dostlar bizim görmüş olduğumuz bir funksiyanın başqa bir funksiya yəni içərisində çağırılması anlayışına dair, yəni Excel-dən də zaten bizim bildiyimiz məsələlərdən sayılırdı. Mənim də bayaqlar ilə göstərdiyim də nə idi yoldaşlar? Burada həmin o anlayış idi. Hansı ki, main funksiyası var, başqa bir funksiyanı çağırır, o funksiyada yeganə başqa bir funksiyanı çağırır. Bu şəkildə bu main nə zaman öz işini bitirir? Çünki biz main-də başladıq, düzdürmü? Əsas prosesi, yəni və yaxud ki, run düyməsinə main-də basırıq. Bu nə zaman bitir? Hansı ki, bax, içərisində olan bütün funksiyalar və yaxud ki, dolayı yolla içərisindən çağırılmış digər funksiyalar öz işini bitirdikdən sonra artıq main funksiyası da öz işini bitirmiş olacaq. Dostlar, fikir versəz, biri içərisində başqasını çağırır. Yəni ki, main funksiyasının işi başqadır, düzdürmü? Hello world, hello sana və s. kimi işləri görmək üçün var və ya call print eləmək üçün işlər görülür. Printin özü tərlanı debug etmək üçündür, print 2-ni çağırmaq üçündür, print 2 özü başqa bir tərlanı çağırmaq və bu şəkildə yoldaşlar bütün proses var. Yəni ki, fərqli proseslər gedir. Lakin mənim bayaqları sözümün bir hissəsində bir söz işlətdim ki, dedim ki, əslində rekursiya dediyimiz anlayış bir növ özünü təkrarlama sayılır. Ki, burada da bəzi bayaqlar diaqramlar çəkdim ki, məsələn, bura özünü təkrarlayır, həmçinin bura özünü təkrarlayır və həmçinin də ümumi olaraq öz-özünü təkrarlama deyə proseslər var. Yəni ki, yoldaşlar, mən burada başqa içəridə funksiyaları çağırıram. Dostlar, bir anlıq düşünün ki, mən main içərisində elə mainin özünü çağırıram. Bu şəkildə bir mənzərə ilə qarşılaşsanız nə düşünərdiniz? Yəni ki, necə yəni, mən main funksiyasını deyirəm, sonra içərisində elə həmin o main funksiyasını yenidən çağırıram. Sanki özünü çağırmış olur, düzdürmü? Yaxşı, bu sual necə bir görüntü verəcəkdir bizə? Gəlin baxaq. Yoldaşlar, baxın indi F8 ilə addımlayıram. Hello world deyir. Yəni, başlayır birinci hello world-dən, sonra hello sənan deyəndə biz bayaqlar normalda call main dedik, başqa bir funksiya keçməlidir. Baxırıq ki, bu main funksiyası elə özüdür. Demək yoldaşlar, mən burada əgər gəlib, misal üçün, debug print, misal üçün, bir test yazsam, normalda gözləyirik ki, F8 basanda bu da işini icra eləsin, sonra buna keçək, düzdürmü? Amma nə baş verəcək yoldaşlar?
yenidən bu funksiya yenidən çağırılacaqdır. İndi hər iki halda başa düşə bilərsiniz. Bu funksiya özünü çağırır və yaxud da ki, ümumiyyətlə bu funksiya yenidən çağırılır. Hər bir halda eyni şeyə deməli göstəriş veririk. Baxın dostlar, indi F8-in addımlarında yenidən yuxarıya qalxdı. Nə iş görəcək? Hello world. Gəldi yenidən yuxarı qalxdı. Və bu şəkildə yoldaşlar artıq belə yazdığımız təqdirdə bu heç bir zaman test sözünü görə bilmir. Nə zamana qədər yoldaşlar artıq bu nə vaxtsa dayanacaq ki, belə baxanda bizim bu yazışımızda, yəni yazdığımızda əslində sonsuz bir döngü yaranır və yoldaşlar fikir verin, hey özünü təkrarlaya, hey döngünü çevrə gedir. Bax yoldaşlar, nə sözündən istifadə elədim? Döngü sözündən istifadə elədim. Hansı ki, bax biz normalda döngünü nə cür istifadə eləmişik? Demişik ki, loop olsun, ümumiyyətlə for olsun, while olsun, kimi müəyyən for each olsun və s. kimi anlayışlardan yola çıxaraq loop anlayışını götürmüşük, mənimsəmişik, düzdürmü? Amma bu əslində bu yazı bizə onu da göstərir ki, əslində biz loop yazmadan, yəni ki, for yazmadan, while yazmadan da həmçinin proqramda yəni ki, müəyyən döngü prosesini yaratmış ola bilərik. Bax, bu da rekursiyanın elə bir məsələlərdən biridir ki, yəni ki, biz döngü yazmadan döngü yaratmağı da rekursiya vasitəsilə bacarırıq. Bax, yoldaşlar, yəni ümumiyyətlə texniki olaraq belə bir şey mümkün deyil. İlk öncə ki, biz rekursiya vasitəsilə və ya rekursiya anlayışı vasitəsilə öz-özümüzü, yəni ki, öz subprosedur özü-özünü çağırma qabiliyyətinə də eyni qaydada malikdir. Yaxşı, gəlin o zaman indi həqiqi rekursiya necə alınır, necə baş verir, onun da misallarına baxmağa çalışaq. Yoldaşlar, sub main deyəcəm. Bu şəkildə bir subprosedur əlavə edək. Və yoldaşlar, bunu biz sadəcə prosesi başlatmaq üçün nəzərdə tuturam. Və içərisində belə bir misal yazacağam. Dim i as bir long kimi və for i birdən, hətta 5-dən başlasın, to 1-ə qədər və step -1, yəni ki, azala geçsin və next i və hər dəfə azaldıqca da debug print deyəcəm və i-ni çapa verəcəm. Dostlar, təbii artıq təxmin edirsiniz ki, burada nə baş verəcək? Run düyməsində klikləyəndə, baxın 5, 4, 3, 2, 1 dəyərləri azalda getmiş oldu, düzdürmü? Hansı ki, biz bunu nə ilə etdik yoldaşlar? Birə baxanda for döngüsü ilə etdik, düzdürmü? Yəni ki, müəyyən bir döngü vasitəsilə etdik. Yaxşı, bizdən belə bir sual verilsə ki, bunu döngü olmadan da etmək mümkündürmü? Ağlımıza ilk gələn nədir? Ən uzağı gəl burada debug print 5. Daha sonra nə iş gör? Ən uzağı gəl aşağı 4, 3, 2, 1 bu şəkildə yaza gedə bilərsən ən uzağı. Lakin yoldaşlar, bu təbii ki də yaxşı bir üsul deyil, düzdürmü? Yəni ki, bu nə vaxta qədər davam edəsin? Bir ikincisi ki, mən burada bu günləri 5 yazmışam. Mən bura 50 yazsa necə olacaqdım? Sözün 50 dənəsini yazmalıydım. Hər bir halda yoldaşlar fikir versəniz, müəyyən bir çətinlik bizə vermiş olacaqdır. Həmçinin bundan başqa yoldaşlar, fikir versəniz, ortaya çıxan output nədir? Yəni ki, 5, 4, 3, 2, 1-dir. Hansı ki, baxın burada, təbii ki də təsəvvür edin ki, burada 5-ci də var. Nə baş verir yoldaşlar? Aşağıya doğru gəldikcə, baxın 4, 3, 2, 1 və s. bu şəkildə azala gedir və bu da dostlar bizə əslində burada həmçinin rekursiyadan istifadə etməyə bir işarə verəcəkdir. Yoldaşlar, gəlin indi mən bir ədəd kod yazım. İlk öncə belə bir şey etmək istəyirəm. 5, 4, 3, 2-ni, yəni ki, for olmadan, döngü olmadan necə o sıralı şəkildə aşağıya yəni ki, yazdırmaq olar? Yəni, onun bir nümunəsini göstərməyə çalışım. İlk öncə kod üzərində və sub deyəcəm, print deyə bir metod ayıraq. Təbii ki də print adı üstündə printdir, nə isə print eləməlidir. Bu nəyi print edəcəyini n as bir integer olaraq götürsün. Yəni, rəqəmlər olduğu üçün integer deyirəm. N as integer olaraq götürsün bunu. Dostlar, nə iş görəcək? Debug.print n desin. Yəni ki, n özünü nə eləsin? Çapa versin. Və burada mən print 5 deyəcəm. Və yoldaşlar, təxmin edirsiniz ki, təbii ki də run düyməsinə klikləyəndə bu sadəcə 5-i çapa verəcək. Çünki bir dəfə çağırıram, bir dəfə icra olunur və bir dənə də output qaytarır. Yaxşı, mən necə deyə bilərəm ki, bu 5, 4, 3, 2, 1 geçsin. Yəni ki, bu print funksiyası subproseduru olaraq çapa versin. Yenə bayaq olduğu kimi ağlınıza ilk gələn nədir? Yəni ki, 5, 4, 3, 2 yazaz gedə bilərsiniz və for döngüsü. Amma dedik ki, şərtimiz budur ki, döngü olmamalıdır qətiyyən, ancaq funksiyalar vasitəsilə bunu etməlisiniz. Yoldaşlar, bax, bu anda bizim ağlımıza belə bir şey gələ bilər. Mən
bu print funksiyası bir dəfə 5-i deməli print eləsin, daha sonra geri qayıtsın, özünü təkrar eləsin. Özünü təkrarlamaq nə deməkdir? Printin deməli davranışı nədir? Print davranış olaraq debug print edir. Yəni ki, nəyisə çapa verir. Yenidən bu işləsin. Yenidən həmin o davranışını təkrar eləsin. Baxın, yenidən göstərirəm. Dostlar, nə dedik? Buradakı bütün hamısı əslində təkrarlanmalardır. 3 bayaqlar dediyim kimi bura özünü parçalayır. Eyni qaydada özündən qabaqki bunlar özünü parçalayır. Bu şəkildə yoldaşlar, yəni ki, parçalana əvvəlkilərin davranışlarını təkrar edir. Mən də o səbəbdən dostlar deyirəm ki, əgər məsələ budursa, bu icra olunandan sonra bu print öz davranışını yenidən icra eləsin. Yəni ki, yoldaşlar, print n olsun misal üçün. Lakin print n dedikdə yoldaşlar, mən bir də bura 5 göndərmişəm deyə, bu hey elə 5-i çapa verə-verə gedəcək. Düzdürmü? Baxın dostlar, F8 ilə addımlayıram, gəlirəm. N 5'dir, çapa verildi, lap gözəl. Özünü çağırdı mı, yenidən davranışı təkrar elədi. Yenə 5, yenə 5, yenə 5. Bu elə sonsuza qədər davam edəcək, düzdür? Mən bunu istəmirəm. Deyirəm ki, bu azala-azala getsin. Yəni, bizə zaten lazım olan da odur, düzdürmü? Yəni ki, n çıxılsın 1. Deyək, özünü 5 göndərmişəmsə, bir dəfə 5'e çapa versin. Sonra bir dəfə özünü azaltsın. İkinci dəfə özünü çağıranda 4 kimi çağırılsın. Sonra 3 kimi, 2 kimi, 1 və s. Baxın, yoldaşlar, F8-in addımlayıram. Baxın, 5, 4, 3, 2, 1, 0, mənfi və s. Bu şəkildə fikir versəz, hey gedir də, tamam? Yəni ki, sonsuza qədər davam edir. Əslində, yoldaşlar, fikir versəz, bax, bu hissəyə qədər biz istədiyimizi aldıq. Yəni, biz rekursiya vasitəsi ilə özünü çağırmaq, davranışın təkrar olunması prinsipini ələ alaraq biz bu şəkildə istədiyimizə çatdıq. Lakin problem hissəsi haradır? Lazımsız yerə yəni bu prosesin davam etməsidir. Elə bir şey eləmək lazımdır ki, yoldaşlar, bu artıq dayanmalıdır. Yəni bir yerə dayanmalıdır. Dostlar, ağlımıza gələn nədir? Deyək ki, əgər n 0 olarsa, çünki nəticə olaraq n çapa verilir, düzdürmü? Yəni ki, mən deyirəm ki, n 0 olarsa, exit sub eləsin. Exit sub. Bunu belə də yazmaq olar, yoldaşlar, yer gəlmişkən. Sözün başqa bir necə yazmaq olar, bildiyimiz üzrə. N 0-dan böyük olduqda çapa verilsin. Yes. Belə də yazmaq olar, düzdürmü? Hər bir halda hər ikisi keçərlidir, yoldaşlar. İstədiyiniz kimi yaza bilərsiniz. Yəni ki, n 0-dan böyük olan, 0-a bərabər olanda dayansın və yaxud ki, n 0-dan böyük olanda, misal üçün, deməli, davam eləsin, əks təqdirdə deməli olmasın. Əksində, düşünürəm ki, bu daha yaxşı bir variantdır. O mənada ki, misal üçün, mən 5'dən başlayıb amma 2-2 azaldası olsaydım, onda bu 0'ı görməmə ehtimalı var idi. Çünki 5, 3 olur, sonra 2 olur, daha sonra 1 olur. Bir də 2 dəfə azaldanın mənfi heç bir zaman 0'ı görməyəcəyi üçün o zaman problem ola bilər. O səbəbdən elə yaxşı olar ki, n böyükdür 0'dan olduğu vəziyyətlərdə bu davranış təkrar olunmalıdır. Elə bunu silirəm. Hətta silmək istəyirsiniz belə kommentariya alıram. Bu da gözümüzün qarşısında dursun. İndi yoldaşlar, diqqətlə baxın. Görək bu necə bir deməli reaksiya verəcək. Və F8 ilə addımlayıram. Print 5 deyirəm. Gəldim. N böyükdürsə 5'dən. Zaten ilk addım n böyük 5'dən deməkdir. 5'dən böyük olanda 5'i çapa verdi. Bax, gözəl. Daha sonra nə olur yoldaşlar? Davranış təkrar olmalıdır. Yəni ki, özünü yenidən çağırılmalıdır. Amma necə çağıracaq yoldaşlar bilirsiniz? Bax, n-in dəyəri 5 daxil. Başlanğıc dəyəri. 5 çıxılsın 1. Bu ikinci dəfə birinci dəfə print 5 kimi çağırılmışdı. Qabağına 5 dəyər ötürülmüşdü. Amma bu özünü ikinci dəfə necə çağıracaq yoldaşlar? Baxın, 4 kimi çağıracaq. Yəni ki, yuxarıya qalxanda, təzədən print özünü çağıranda, baxın, 4 kimi qayıtdı. Həmçinin yoldaşlar, 4, 3, 2 və 1 deyəndə yoldaşlar, zaten n1 olanda 1 çıxılsın 1 deyəndə 0 olur. O səbəbdən yoldaşlar, n bu səfər nə oldu? 0 kimi gəldi. Amma bizim şərtimiz ödənilirmi? Yəni ki, 0'ın olma ehtimalında da eyni qaydada bu davranış təkrar olunmalıdırmı? Cavab, hayır. Baxın, yoldaşlar, bura daxil olmadı. Üzərindən keçdi. N diffə doğru getmiş oldu. Və F8 ilə addımlayırıq, yoldaşlar. Və bu ki versiyada yoldaşlar, n sub deyir. İndi təbii bayaqdan bizim burada digər nümunələrdə göstərdiyimiz kimi n sub'dan sonra, yəni ki, bu print funksiyası təbii ki də main'in içərisində çağırıldığı üçün n sub özünü işini bitirəndən sonra nə baş verməli yoldaşlar? Geri qayıtmalıdır main'ə, düzdürmü? Lakin diqqətlə baxın yoldaşlar, burada nə baş verir? N sub'dan sonra F8 deyəndə yenidən n diffə qayıdır. Bir dəfə F8 deyirəm,
Yenə end saba qayıdır. Lap gözəl. Deyirəm, aha, bundan sonra artıq main'ə qayıdacaq. Yenə qayıtmır. Yenə qayıtmır. Yenə qayıtmır. Və bir anda artıq yoldaşlar fikir versəz keçir. Lakin dostlar, fikir verirsiniz keçdi keçməyinə, amma keçməmişdən öncə fikir verirsiniz bir neçə dəfə elə bir ki, getdi gəldi, getdi gəldi. Yəni end dəfə gedib gəlir. Yəni, desəz ki, burada bir döngü var, döngü üzərində addımlayır. Deyəcəm, yox, döngü yoxdur. Və yaxud da ki, niyə emailini endif? Endif axı işin bitmə nöqtəsidir. Yəni ki, burada bu qədər kod varkən niyə emailini endif deyəndə, yoldaşlar, bu əslində rekursiyanın, buradakı bir rekursiyanın davranış, deməli, qaydasıdır. Bax, bunu indi necə baş verir? Mən istəyirəm ki, bunu indi bir ağ kağızda yenidən göstərim. Daha sonra bu koda yenidən qayıdıb üzərində yenidən incələmə eləyəcək. Dostlar, o səbəbdən dedim ki, sözün ilk başında ki, mən istəyirəm birinci kodu yazın. Kodun gedişatını bir kod üzərində görək. Daha sonra isə yoldaşlar, bunun necə işləməsinin əslində arxa planda nə baş verdiyini yoldaşlar, deməli, ağ kağız üzərində görməyə çalışaq. Yoldaşlar, çəkin bu tərəfə və belə bir şey eləmək istəyirəm. Deməli, biz dedik ki, print 5 çağırırıq, düzdürmü? Və bu subprint metodu var, hansı ki, biz belə bir subprosedur yaratmışıq. Bu subprosedurun özünü, dostlar, bir nod kimi və yaxud ki, bir qutu kimi təsəvvür edək. Yəni ki, bu qutunu siz bir prosedur kimi başa düşünün. Yəni ki, bu run dediyimiz zaman bu içərisində olan kodlar, yəni ki, bu proseslər artıq başlayır baş verməyə. Adı da elə olsun, elə öz adında print. Biraz daha yaxşı yazaq. Yaxınlaşdıracağım. OK, print olsun. Dostlar, print funksiyası ilk dəfə çağırılanda o 5 ilə çağırılır, düzdürmü? Baxın, zaten ilk dəfə çağırılanda 5 ilə çağırılır. 5 ilə çağırılır, yoldaşlar. İçərisində müəyyən işlər görülür. Onlardan biri nədir? Elə debug printidir, yəni ki, debug.printdir. Dostlar, belə yazacağım, deb.p və dostlar, nə deməli çapa verilir? Yəni ki, n. Dostlar, bu n də nədir? Elə əslində bu deyilmi? Yəni ki, 5 bərabərdir n deyilmi zaten? Yes. Çünki göndərilən bu n, yəni bu 5 daha doğrusu, n-ə mənimsədilir parametrdə. Parametrdən sonra isə düşür aşağı, burada deməli çapa verilir. Yəni ki, buradakı n əslində elə nədir? Bizim 5-imizdir. Bu çapa verildi. Lap gözəl, yəni ki, bizim output olaraq bura gəldi. Lakin outputdan sonra növbəti sətr nədir? Yenidən print. Yəni ki, əslində bu skopun yenidən çağırılması sayılır, düzdürmü? İndi məsələ nədir, yoldaşlar? Mən burada yazacağım yenidən print. Yazacağım burada 5. Fərz edək ki, yoldaşlar, bax, bizim bu printdən sonra hər hansı bir kodumuz var ki, əslində də var. Belə baxanda endifdir. Və hətta bu endiflə endsub arasında başqa kodlar da ola bilərdi. Yəni ki, mən bu printdən sonra, misal üçün, bu icra olundu, altdakılar icra olundu deyəndə artıq bu skop qutarır, düzdürmü? Nə baş verməlidir? End olmalıdır, düzdürmü? Yəni, artıq bu endsub olsun və geri qayıtsın. Lakin içərisində, bir subprosedurun içərisində başqa bir subproseduru çağıranda həmin prosedur dedik ki, nə olur? Müvəqqəti, yəni ki, zamana qədər, bayaqlar işlədiyimiz kimi yoldaşlar burada, müvəqqəti zamana qədər nə olmalıdır? Dayandırılmalıdır. Niyə dayandırılmalıdır? Çünki içərisində çağırılmış funksiya da öz işini bitirənə qədər. Yoldaşlar, necə ki biz burada bu printin özünü, başlanğıc printin özünü bir skop olaraq qeyd elədiksə, gəlin, bax, bunun içərisində çağırılmış, bax, bu printin də özünü başqa bir skop olaraq qeyd eləyək. Bu da, dostlar, nədir? Eyni adlı, yəni ki, lakin fərqli bir iş görən, fərqli bir, yəni ki, zamanda artıq işə başlayan başqa bir print funksiyası. İndi, bu print funksiyasının qabağına yazılan 5, yəni ki, n-ə yazılmış bu 5, əslində nədir, yoldaşlar? N 5 çıxılsın 1-dir, düzdürmü? Yəni ki, print 5 çıxılsın 1 misalı ilə ikinci dəfə çağırılanda artıq bura nə olur, yoldaşlar? Deməli, 4, düzdür? 5 ilə çağırıldı. Çapa verildi, lap gözəl. Daha sonra nə baş verir? 5 çıxılsın 1, yəni ki, 4. Bu da çapa verilir, yoldaşlar. Debug.p nədir, yoldaşlar? Bu səfər 4. Bax, burada 4 çapa verildi. Yenidən, dostlar, nə baş verir? Print. Bu səfər nə? 4 çıxılsın 1. Dostlar, fikir versəz, heç birində mən gəlib altında end yaza bilmirəm. Çünki niyə? Hər dəfə nə baş verir, yoldaşlar? Özündən, öz içərisində başqa bir funksiyanı deməli çağırmış olacaqdır. Bunu da yazaq, yoldaşlar. Print 3 deb
nöqtə print 3 və içərisində print 3 çıxılsın 1. Dostlar, xəttimə görə üzrü sayın, biraz yaxşı yazmıram, amma ümid edirəm ki, başa düşüləndir. 3 çıxılsın 1 yoldaşlar. Təbii şərtimizi ödəyirmi? Yəni ki, 3 çıxılsın 1-dir. Niyə? Daha sonra 3 çıxılsın 1 2-dir. 2 də 0-dan böyük olduğu üçün hələ ki, altdakı proseslər davam edir. Debug print və yenidən çağırılma əməliyyatı davam edir. O səbəbdən hələ ki, yaza gedirəm. Bu da dostlar, dedik ki, nədir? Bu da yenidən yeni bir skop yaradır. Yeni bir kodlama yaradır. Yeni bir funksiya çağırır. Bu səfər 3 çıxılsın 1 2 olaraq çağırılır. Debug nöqtə print 2 olaraq və printin özü 2 çıxılsın 1 olaraq çağırılır. 2 çıxılsın 1 1-dir. Hələ də n-dən böyükdür. O səbəbdən altdakı kodlar işləyəcək və bu print yenidən çağırılmış olacaqdır. 2 çıxılsın 1 olaraq çağırıram. Print 1 olaraq çağırıldı və bunun da içərisində yoldaşlar deb p 1 olaraq çağırılır və həmçinin yoldaşlar burada yenidən print bu səfər yoldaşlar 1 çıxılsın 1 olacaqdır. Bax, əsas məsələ budur. 1 çıxılsın 1, düzdürmü? 1 çıxılsın 1 dedikdə aydın məsələ ki, print 1, yəni ki, 1 n1 olanda n1-dən böyük olduğu üçün bu skop debi, yəni ki, 1-i çapa verir və printi də çağırmalıdır, məcbur. Nə etməlidir yoldaşlar? Bu da yenidən başqa bir print çağırılacaqdır. Deyəcəm ki, print təbii ki, 1-dən 1 çıxanda nə baş verir? 0. İndi yoldaşlar, 0 bizim bu şərtimizi ödəyirmi? Yəni ki, mən gəlib burada içəridə debug print n yer biləcəm, yəni ki, 0-ın özünü çapa verə biləcəmmi? Cavab xeyr. Düzdür? Çünki mən 0-dan, yəni ki, mənim bu şərtim 0-dan böyük, 0 böyük 0-dan deyəndə burada mənim şərtim nə olur? Artıq false olur. Yəni ki, mən buranı görmürəm. Görmədiyim üçün yoldaşlar nə olur? Keçir birbaşa endifə. Endifdən sonra da nə gəlir? Zaten endsab. Əgər arada nəsə bir data olsaydı və ya ki, nəsə bir kod olsaydı, onları da icra eləməli idi. Lakin nə olur? Endifdən sonra nə baş verir artıq? Endsab. Yəni ki, yoldaşlar, mən bunun içərisində artıq məcbur deyiləm gəlib burada deb.p, yəni ki, debug print yazıb da 0 yazmalı. Çünki o artıq icra olunmur. O icra olunmadığı üçün zaten print də icra olunmur. Aydın məsələ ki, hamısı if skopun içərisindədir. Bax, belə olan təqdirdə printin, yəni ki, n-in 0 olan dəyərində artıq bu funksiya, bu formul nəticə olaraq endsaba çata bilir. Yəni ki, mən bunun altında artıq end sözünü yaza bilərəm. İndi dostlar, bura mən end yazdım, düzdürmü? Amma bax, bura endə gəlib çıxana qədər görün nə qədər yoldan keçmişəm. İndi sizə sual verim. Bu hər bir print 1, 2, 0, 3, 4, 5 hamısı. Bunlar əslində dostlar biri digərinin özündən qabaqkının içərisində çağırılan skoplar deyilmi? Yəni ki, mən bax print 0-ı end deyəndə bu birbaşa sizə gəlib main'ə qayıda bilərəm. Burada da bir dənə main çəkim dostlar. Burada bir main olsun. Düzdürmü? Bu gəlib bu end deyəndən sonra birbaşa gəlib main'ə qayıtması nə qədər uyğundur? Çünki niyə? Bax, printin 0 olmasını axı main çağırmayıbdır. Main kimi çağırıbdır? 5 olmasını çağırıbdır. Amma 0 olmasını main çağırmayıbdır. Yes. Bax, belə olan təqdirdə sual verilir ki, bəs printi bu 0 olmasını kim çağırıbdır? Yəni, endsab bitdi. Və bu 0-ı kim çağırmışdı? Birə baxırıq ki, sən demə printi 1, yəni ki, 0-ı çağıran kim imiş? Bax, print 1. Artıq bu geriyə qayıdır. Artıq hara bu proses? Print 1 olma deməli vəziyyətinə. Yoldaşlar, yenə bu hissəsi çox önəmlidir. Burasına diqqətlə qulağısını biraz da praktik edin. Bax, mən daha doğrusu burada bayaq print çağırmışdıq. Main içərisində print çağırıram. Print icra olunan sonra geri qayıdıb baxıb maindən davam edir, düzdürmü? Bax, bu da eyni qaydada. Bu end olandan sonra geri qayıdıb, bax, bu printin altından artıq nə varsa, hansı kodlar varsa, o davam eləməlidir. Bax, həmin o davam eləyəndən sonra, əgər işini bitirəndən sonra yenə nəsə çağırılma yoxdursa, bax, bu print 1-də artıq end olur. Bu print 1-i kim çağırıbmış? Bu 2. Yenidən geri qayıdır. Dostlar, bu geri qayıtma əməliyyatları callback adlanır. Bu arada callback adlanır. Artıq geriyə qaytarır bütün gedişat. Çünki hamısı
öz işini bitirmə, yəni ki, print 2 nə zaman bitə bilər? Ancaq içərisində print 1 və print 0, yəni ki, bu digər printlər bitənə qədər. Bu da end olur yoldaşlar. Həmçinin geri qayıdıram. Bu da end olur. Oxlarını çəkək, tam aydın olsun. Bu şəkildə. Bu da end olur. Və yoldaşlar, nəhayət bu da end olandan sonra artıq bundan sonra print 5 də bitir. Yəni print 5-in n-in 5 olma vəziyyəti bitəndən sonra yoldaşlar artıq main'ə qayıdır da qaldığı yerdən davam edir. Bax yoldaşlar, rekursiyanın ümumi görüntüsü bu şəkildə. Öz içərisində ya başqa bir funksiyanı çağıra bilərdim main'in daxilində və yaxud ki, özü-özünü çağıra bilərdim. Dostlar, burada siz özü-özünü çağırma anlayışını biraz qarışdıra bilərsiniz. Bu biraz önəmli məsələdir. Mənim özüm də bəzən qarışdırırdım ilk öyrənən vaxtı. Burada yəni özü-özünü çağırmaq demək, sadəcə yeni bir funksiya çağırılmaq deməkdir. Yəni ki, özü-özünü dedikdə bu bir funksiyadır. Nəticə olaraq bir formul yazmışam, subprosedur yazmışam. Bu main'lə çağırıldığı kimi bu subprosedur içərisində başqa bir subproseduru və yaxud ki, eyni adlı prosedurda çağıra bilər. Yəni ki, burada heç bir əslində qeyri-adilik yoxdur. Sadəcə sizi çaşdıra biləcək maksimum eyni adlı olmalarıdır. Sadəcə bilməyinizi istəyirəm ki, mən main'dən print 5 olaraq arqument göndərəndə arxa planda 5 printi üçün bir skop açılır, bir proses başlayır. Lakin bunun içərisində print n-1 deyəndə 5 çıxılsın 1, yəni ki, 4 üçün açılır. Hansı ki, fikir versəniz, zaten hər birini fikir versəniz, başqa-başqa qutularda yazmışam. Bu demək ki, yoldaşlar, fərqli-fərqli qutuları yarada-yarada gedir. Hər birinin içərisində iş bitəndən sonra da artıq geriyə öz işinə qayıda bilir. Yoldaşlar, başqa bir, yəni həyatdan bir misal çəkim. Bir ev düşünün. Qapıdan girirsiniz, düzdürmü? Burada bir otaqdır. Burada da bir otaq olsun və burada da bir otaq olsun. Tamam mı? Siz bu qapıdan girəndə birinci bu otağı görürsünüz, düzdürmü? Sonra neyse bu otağa girirsiniz. Buradan da keçirsiniz, bu otağa girirsiniz. Tamam. Yəni sizin də işiniz elə həqiqətən bu otaqdadır əslində. Nəsə buradan bir iş götür, nəsə bir məlumat götürməlisiniz. Dostlar, bu otağa girdiniz. Məlumatınızı icra etdikdən sonra, tamam, siz burada pəncərədən hoppanmırsınız ki, düzdürmü? Ən yaxşı halda. Neyinirsiniz? Geri qayıdırsınız bu otağa. Geri qayıdırsınız bu otağa. Daha sonra ise qapıdan çıxıb gedirsiniz. Bax, bu da eyni qaydadır. Dostlar, siz bu qapıdan print 5 qapısından girirsiniz. Sona qədər gəlirsiniz sıfıra qədər. Hansı ki, o sıfır da bizim burada bax, n böyükdür 0,1 olma şərtimizi, yəni ki, sonuncu otağın olduğunu göstərir orada. Sonra neyiniz yoldaşlar? Qapıları örtə-örtə geriyə qayıdırsınız həmin main funksiyasının daxilinə. Bax, yoldaşlar, bu həm həyatdan olan, mən düşünürəm ki, bu daha yaxşı bir misal oldu. Bu otaq misalı, nümunəsi. Bu da yoldaşlar bu işin demək texniki tərəfi idi ki, hansı ki bu şəkildə artıq siz rekursiya anlayışını görmüş olursunuz. Bax, bizim burada düzəltdiyimiz yoldaşlar əslində bilsiz hansıdır? 4, 3, 2, 1 və 1-ə qədər çatır. Yəni ki, sıfırdan böyük olma ehtimalı və ondan sonra geriyə qayıdır. Geri qayıtmaq nə demək yoldaşlar? O biri pəncərələrə, o biri nodlara geri qayıtmaq sayılır. Və bu əslində burada indi birazdan biz bunu burada istifadə edəcəyik. Yoldaşlar, başqa bir misala baxaq. Düşünürəm ki, üzərində bir-iki dənə misal eləyək ki, tam aydın olsun bizə. Geri qayıdıram VBA pəncərəmə. Print dedik, lap yaxşı. Bəs yaxşı, yoldaşlar, burada başqa nə iş görmək olar? Düşünürəm ki, burada belə bir misal verilə bilər yoldaşlar ki, bizə. Məsələn, 5 demişəm, 5 daha doğrusu yazmışam. Və sual verilə bilər ki, 5, 4, 3, 2, 1. Düzdürmü? Bax, bu ədədlərin hamısını cəmini mənə geri qaytar. Yəni ki, mən buraya yazmışamsa 5 və ya 10, ondan 1-ə qədər olan 10 və 1 daxil bütün hamısının mənə deməli cəmini mənə geri qaytar. Dostlar, yenə eyni qaydada ağlımıza ilk gələn nə ola bilər? Təbii ki də işin asan variantı və yaxud ki daha geniş yayılmış variantı budur ki, gələk burada ən uzağı sum. Hətta sum olmasın, təbii ki bu function olsun. Çünki cəmləyib geri qaytarmalıdır, düzdürmü? N as bir integer və as bir long kimi də geri qaytarsın. Nə edərik yoldaşlar ən uzağı? For i 1-dən n-ə qədər nə olacaqsa artıq next deyərəm. Sum bərabərdir sum plus 1. Plus daha doğrusu n. Daha doğrusu i. i olur. Çünki artıq 1-dən n-ə qədər i təmsil edir onların hamısını. Ən uzağı yaddaş ikisi olmasın deyə integer ola bilər. Integer. Yoldaşlar,
İndi baxın, kiçik bir rəqəm qoyaq, 5 qoyaq, daha yaxşı olacaq. Dostlar, artıq bundan sonra təbii print yox, burada sum deyəcəyik. Lakin function olduğu üçün geriyə bir dəyər qaytarır. Print deyək və 5 deyək. Və burada run düyməsinə klikləyəndə baxın 15 olduğunu görə bilirsiniz. Həqiqətən də 1, 2, 3, 4, 5, 9, 12, 14 və 15. Bəli, 15 olduğunu burada görə bilirik. Yaxşı, yenə sual verilir ki, sum, yəni ki, döngü olmasın da bunun əvəzinə, yəni misal üçün rekursiya ilə necə etmək olar bunu? Ümumiyyətlə rekursiya ilə bu alınırmı? Dostlar, baxın burada biz hər bir addımda eni götürə bilirik. Necə ki, biz burada debug eləyə bildiyimiz kimi, yəni ki, debug eləmək nə deməkdir ki, həmin dəyərə çata bilmək deməkdir, düzdür? Demək ki, biz elə həmin rəqəmi də istədiyimiz kimi də həmçinin cəmləyə bilərik. Və ya ki, üzərinə hansı bir riyazi bir əməliyyat icra eləyə bilərik. Yoldaşlar, gəlin işin əsas təkrarlanan, yəni ki, azalma hissəsini yazaq. Bayaqlar yazdığımız kimi daha sonra şərtlərimizi qoyarıq. Dostlar, təbii mən dəyərimi normalda necə yazıram? Məsəl üçün, mən içəridə nəsə bir iş, riyazi bir əməliyyat icra edirəm. Məsəl üçün, 5 plus 1. Bunu lazım olanda int result, üzr istəyirəm, result as bir integer kimi deyək. Sonra result bərabərdir 5 plus 1 deyirəm. Daha sonra isə sum funksiyasının adına, yəni ki, bu şəkildə sonuncu artıq yekun dəyərimi qeyd eləyəndə, bu funksiya artıq geriyə end function eləyəndə ən sonuncu buna dəyər nə mənimsədilibsə, bir dəyişən kimi də sanki eyni həmin o dəyəri bizə geriyə qaytarır. Məsələn, mən 5 plus 1 yazmışam, düzdürmü bura? Result. Baxın dostlar, run deyəndə mənə geri 6 qaytarır. Çünki ən axırıncı dəfə resulta 5 plus 1, yəni ümumiyyətlə sama 5 plus 1 mənimsətmişəm. O səbəbdən də mənə geriyə 6-nı qaytarmış oldu. İndi bax, bunu bilirik ki, sama nəsə dəyər mənimsətmək mümkündür. O zaman gəlin belə bir şey eləyək. Sum bərabərdir. Sum bərabərdir. Mən istəyirəm ki, hər dəfə 5, 4, 3, 2, 1 hamısının cəmini toplaya mənə geri qaytarsın. İşin texniki tərəfini dostlar, Excel-də gəlin bir baxmağa çalışaq. Məncə düşünürəm ki, daha aydın olacaq. Əlimizdə belə bir ədədlər var. 5, 4, 3, 2, 1 bu şəkildə. Dostlar, mən normalda bunlar hamısının cəmlənməsi dedikdə neynirəm normalda? Lap sağdan sola başlayası olsaydıq, 1-dən 2-ni cəmləyirəm 3, düzdürmü? Sonra bu 3-ü, yəni bu ikisinin cəmlənmişini bu 3-lə cəmləyirəm. Olur 6. Sonra bu 3-ünün cəmlənmişini 6-nı 4-lə cəmləyirəm 10 və bunu da ən son cəmlənmişini ilə cəmləyirəm 5-lə. Bu da olur 15. Yəni əslində bizim gedişatımız budur, düzdürmü? Normalda bunu necə yazırıq? 5 plus sanki 4 plus mötərizə daxilində 4 plus 3 plus 2 bu şəkildə yaza bilirik. Və yaxud ki 5 olmasın 4-ün özünü götürək. Məsələn, necə olacaq? O zaman 4 plus 3 plus 2 plus 1 şəklində. Yəni ki, hər dəfə götürdüyümüz rəqəmin qarşısında olan özündən kiçik, özündən bir vahid kiçik olan rəqəmlərin cəmini bizə həmin o dəyəri sanki kumulativ toplama kimi başlamaq olar. Düzdürmü bunu yoldaşlar? Sanki ona oxşatdım mən bir anlıq. Həmin onu bu şəkildə yazmaq olar. Daha geniş necə yazmaq olar yoldaşlar? 5 plus belə 4 plus 3 plus artıq mötərizə daxilində axırıncı 2 plus 1 mötərizələr bağlanır. Yəni ki, dostlar, bu yazı hər dəfə özündən, yəni ki, içərdən çölə doğru toplana getmə əməliyyatı sayılır. Dostlar, biz riyaziyyatdan da bunu öyrənmişik, düzdürmü? Yəni ki, biz bilirik ki, bu şəkildə iç-içə mötərizələr falan olduğu zaman birinci ən içdə olan, düzdürmü? Ən dərində olan mötərizə icra olunur. Daha sonra çölə doğru icra olma prosesləri baş verir. Yəni ki, mən burada 2 ilə 1 toplayıram ilk öncə mötərizədən. Toplayanda nə olur? 3. Sonra bu mötərizə silinəndən sonra bu mötərizə qalır. Bu ikisinin cəmi nə olur? 6. Bunun da cəmi nə olur? 10. Zaten onun da ikisinin cəmi nə olacaqdır? 15 olacaq. Dolayısıyla fikir verdiniz, hətta bizim 5-ci sinifdə riyaziyyatdan öyrəndiyimiz o qayda belə bizə içdən, ən dərindən, baxın yoldaşlar, 5-dən başlamadıq ha. Görürsünüz yoldaşlar, 5-dən, 4-dən, 3-dən yox. Ən dibdə olandan, ən dərində olan bu ikisindən başladıq, sonra çölə doğru addımlamağa başladıq. Dostlar, bizim bayaqdan əslində etdiyimiz də bax budur. Burada misal üçün mən düzdür, çöldən 5-dən başlayıram başlamağına. Yəni ilk gördüyüm dəyər nə olur əslində? 5 olur, düzdür, soldan sağa oxuyanda. Amma icra prosesi hardan başlayır yoldaşlar? Ən dərindən başlayır. Düzdürmü? Print 2 bitməlidir ki, onun üstündə olan print, o da bitməlidir ki, main özünü ən sonda 5 plus bu dəyərlərdən gələn cəmi toplasın və öz işini bitirmiş olsun.
Bu da riyaziyyatdan bir deməli nümunə idi. İndi biz bundan yola çıxaraq yoldaşlar, həmin bunu bax rekursiya ilə edə bilərik. Gəlin baxaq. Sum deyirəm. Sum və əlimizdə n də var zaten. O zaman başlayaq. Sum bərabərdir. Dostlar, nə dedik? Özündən sonra özündən bir vahid kiçiklərin cəmi. Yəni ki, yoldaşlar, sum n plus. Dostlar, niyə n? Çünki n ilk dəfə nə göndəriləcəkdir? N ilk dəfə 5 kimi göndəriləcək. Yəni ki, bizim lazım olan elə budur. İlk dəfə gördüyümüz dəyər 5-dir. Özündən sonrakıların və necə özündən sonrakıların bir vahid kiçik olan, yəni ki, 4, 3, 2 və 1-in hamısının cəmi. Belə olan təqdirdə yenidən sum deyəcəyik. Bu səfər sadəcə nə iş görəcək yoldaşlar? N çıxılsın 1. Yəni ki, mən 5 göndərəndə 4-dən başlayaraq hamısını, çünki o 4-ün özü də 3-ü göndərir, 3-ün özü də 2-ni və 2 artıq 1-i göndərəndə 1 qaytaracaq zaten geriyə və bu şəkildə toplana gəlib ən sonunda bizə istədiyimizi verəcək. Dostlar, hara qədər davam eləsin bu? Bayaqlar olduğu kimi, ya n böyükdür, böyükdür sıfırdan yaza bilərik və ya ki, buradakını da yaza bilərik yoldaşlar. Gəlin, bunu burada yazaq. Artıq bunu buradan silirəm ki, biləsiniz ki, həm bu şəkildə yazmaq olar, bu şəkildə yazmaq olar. Gəlin, bunun davranışına bir baxmağa çalışaq. Dostlar, F8 ilə addımlayaq indi. Təbii, exit function yazmaq daha yaxşı olar burada. Və F8 deyirəm, başlayır. N 5-dən başladı. N 5 olaraq, bax, 5 plus başladı. Nəyi 5 plus eləyəcəkdir? Özündən sonrakıları. Yəni ki, yoldaşlar, gəlirəm. 5 çıxılsın 1, yəni ki, nə? Bu səfər 4-dür. Bu şəkildə yoldaşlar, fikir versəz, hələ ki, end funksiyona çatmır. Nə zamana qədər davam edir yoldaşlar bu? N1, yəni ki, 0 olana qədər davam edir. Exit function deyəndə, baxın yoldaşlar, mən görün neçə dəfə F8 basacağım indi. 1, 2, 3, 4, 5. Yoldaşlar, ən axırıncıların hamısını və bunların hamısını icra eləyək gəlir. 5-dən olduğu üçün zaten hamısını icra ilə gəlir və ən sonunda isə yoldaşlar bizə 15-i vermiş olacaqdır. Bu da həmçinin bu tip bir prosesdə for döngüsü yazılmadan yoldaşlar icra olunan, rekursiya vasitəsilə icra olunan bir riyazi bir əməliyyat idi. İndi istəyirəm yoldaşlar, gəlin bunu da eyni qaydada diaqram üzərində görməyə çalışaq. Bu şəkildə bir yəni şəkil çəkək və onu da görməyə çalışaq. Yoldaşlar, başlayaq. Yenə eyni qaydada necə eləmişdik burada? Məsəl üçün bir kvadrat çəkmişdik, onu skopa almışdıq. Eyni qaydada deyirəm ki, bir ədəd bu şəkildə bir funksiyamız var, skopumuz var. Sum. Hardan başlayır? 5-dən. 5-dən başlayır. İçəridə nə iş görür yoldaşlar? N plus sum çıxılsın, n çıxılsın 1. Yəni ki, yoldaşlar, 5 plus sum 5 çıxılsın 1. Və yoldaşlar, 5-i toplayacaqdır. Nəyinlə amma? Bax, 5-i nəyinlə toplayacaqdır? Sum funksiyasından gələn dəyərlə. Yoldaşlar, sanki buna oxşur, düzdürmü? Bax, 5 plus sum funksiyası, məsələn, burada müəyyən bir rəqəmlər var. Bu şəkildə. Yəni ki, mən 5 plus eləyəcəm. Amma nə zaman bu mənə cavab verəcək yoldaşlar? Nə zaman ki, sum funksiyası öz işini bitirəcək, B1-dən E1-ə qədər olanların hamısını cəmləyəcək. Bunun yerində yazacaq, misal üçün, nə? 10, ondan sonra bu proses deməli icra olunacaqdır. Bax, yoldaşlar, o zaman gəlin, sum funksiyasını çağırmışam deyə, yenə burada olduğu kimi özünü bitirə bilmir. Yəni ki, mən burada gəlib burada artıq end yaza bilmirəm, çünki içəridən artıq başqa bir funksiya çağırılır. Bu funksiya keçir hara? Başqa bir funksiyaya. Deyirəm ki, yoldaşlar, yenə sum. Fəqət burada nə olacaq artıq? Yəni ki, mən burada 5 ilə başladıram, amma n çıxılsın 1 deyəndə bu nə olacaq yoldaşlar? 4. Və bu səfər 4 plus. Niyə? Çünki n plus demişəm. 4 plus sum 4 çıxılsın 1. Eyni qaydada bu da sumdur. Yəni özünü çağırır. Bu da özünü bitirə bilmir. Biraz böyük çəkim, sum yerləşmir sonra. Bu şəkildə sum bu səfər 3 olaraq 3 plus 3 çıxılsın 1. Belə. Daha sonra sum 2. 2 plus 2 çıxılsın 1.
Və həmçinin yoldaşlar, hələ ki şərtimiz də keçərlidir, düzdürmü? Yəni ki, mən hələ ki 0-a gəlib çatmamışam. Yəni samın qabağında yazılan dəyər 2-yə gəlib çatmayıbdır. Sam 1, 1 plus sam 1 çıxılsın 1. İndi yoldaşlar, diqqətlə baxın. Sam 1 çıxılsın 1 yazdıram. Yenidən zaten çağırılır. Çünki 1 olan təqdirdə mən buradakı o if şərtim işləmir deyə, yəni ki, exit function eləmir deyə bu çağırılır normal olaraq. Və yoldaşlar, burada artıq sonuncu addımda mən sam 0 deyirəm. Yəni 0 olaraq gəlir. Nə olur yoldaşlar, içəridə əslində mən nə gözləyirəm? 0 plus sam 0 çıxılsın 1 olaraq, düzdürmü? Lakin bu icra olunurmu? İndi sual. Bu icra olunmayacaq. Səbəb, çünki mən burada artıq şərt qoymuşam ki, samda n, yəni ki 0 olanda artıq bu funksiya dayanmalıdır. Yəni funksiya necə dayanmalıdır? Yəni ki, bu artıq sətir oxunmayacaq. Bu sətrin oxunmaması demək, bunun üzərinə keçib end funksiyona gəlib çıxmaq deməkdir. Yəni ki, exit function eləmişəm zaten, end funksiyona gəlib çıxmaq deməkdir. İndi yoldaşlar, bax, mən burada end eləyəndə, yəni ki, bu kod oxunmayanda, bu hissə oxunmayanda, bu end olanda, axı bayaqki məntiqimizə əsasən, callback eləmək məntiqinə əsasən, mən bu funksiya bitəndə, axı bu 0 olma funksiyasını kim çağırmışdı? 1 olan funksiya çağırmışdı, düzdürmü? 1-in özü hələ bitə bilməyibdi. Çünki niyə? 0-ın bitməyini gözləyirdi. Geri qayıdır hara? Həmin bu hissəyə. İndi dostlar, 1 plus sam 1 çıxılsın 1 demişəm, düzdürmü? Yəni ki, bu sum funksiyası, sanki burada nə yazmışam dostlar? 1 çıxılsın 1 demişəm. Dostlar, bu sum funksiyası, yəni ki, 1 çıxılsın 1 ehtimalında geriyə nə qaytaracaqdır? Bax, bunun geriyə qaytardığı dəyər əslində dostlar 0-dır. Səbəb. Çünki yoldaşlar, fərz edin ki, bax, mən bura 0 göndərdim, düzdürmü? Mən bura göndərdim 0. 0 dedik ki, n-dir və n 0-0-a bərabər olanda exit function eləməlidir. Dostlar, sum da normalda mən adı vasitəsilə geriyə dəyər qaytardığım üçün. Çünki niyə? Dedik ki, sum bir funksiyadır. Bu geriyə bir dəyər qaytarır. Həmin geriyə qaytardığı dəyər tipindən asılı olaraq dəyişir. Məsəl üçün, mən long yazmışamsa, bu bilirəm ki, ən azından bir mənfi və ya müsbət nəsə bir cavab qaytarmalıdır. Lakin yoldaşlar, mən bu cavabın formalaşdırılmasını bax, bu sətirdə eləyirəm. Düzdür, sum sətrində eləyirəm, bu hissəsində. Mən bu hissəni oxumayandan sonra, bəs yaxşı, bu geriyə nə qaytarsın? Biz də bilirik ki, yoldaşlar, rəqəm tiplərində ya default dəyər, yəni ümumiyyətlə dəyər təyin eləmişəmsə, əsan eləmişəmsə, həmin dəyəri özündə deməli götürür, store eləyir. Əgər dəyər təyin etməmişəmsə, o özlüyündə 0 deməli store eləyir, düzdürmü? Default olaraq. Dostlar, baxın, belə bir şey göstərim. Dim test as bir integer deyirəm, düzdürmü? Normalda test bərabərdir 5 deyəndə və bunu hətta message box-la testi yəni ki, çağıranda, run deyəndə bu bizə 5-i qaytardı, laf gözü. Lakin mən bunu silsəm burada, sadəcə testin özünü çapa versəm, bu zaman nə baş verəcək? Baxın, mənə default olaraq 0 dəyərinin özündə store elədiyini göstərir. İndi print sum işləyək. Bu sətri oxuya bilməyəndən sonra end function geriyə sum vasitəsilə 0 qaytarır. Bax, o səbəbdən bunun geriyə qaytardığı dəyər, yəni 0 ehtimalının geriyə qaytardığı dəyər elə 0-dır. Yəni ki, sanki nə baş verir yoldaşlar? 1 plus sum 1 çıxsın 1-dən geriyə nə qayıtdı? 0 qayıtdı. Düzdür? Yaxşı, 1 plus 1-dir. Sum 1-nə geriyə nə qaytardı o zaman? Geriyə 1 qaytardı. Sum 2 çıx 1-də nə yazır yoldaşlar? Bu səfər sanki yazır ki 2 plus 1. Yəni ki, 2 plus 1 olanda bu geriyə nə qaytarır? 3. Hətta bunu qırmızı ilə çəkək. Bunu da qırmızı eləyək. Geriyə nə qaytarır yoldaşlar? 3. Gəldim. Burada sum'ın yerində nə yazıldı? 3. 3 plus 3 6 olur. Bax ki, bayaqki etdiyimiz yoldaşlar burada təkrar edirəm. Bax 2 plus 1 2 plus 1 3 olur. 3 plus 3 6 olur. Bax eynisini burada eləyirəm. Bax 1 1 plus 2 3 2 plus 3 plus 3 6. Eyni qaydada gəldim burada 6 geri qayıtısı sum funksiyasından burada yazılır 6. 6 ilə 4 də 10 olur yoldaşlar.
və nəticədə yoldaşlar bu hissədə artıq yazılır. 10 və bayaq kimi main çəkək. Maində yoldaşlar debug print dp artıq 5 plus 10'dan da geriyə 15 qayıdır. Yəni 15 qayıdır və burada artıq 15 yazılır yerində və debug da onu çapa verir. Və run düyməsini klikləyəndə baxın onu görmüş oluruq. Bax gördünüz yoldaşlar, hansı məntiqlər, yəni bizim hətta uşaq vaxtı 5-ci sinifdə öyrəndiyimiz bu məntiq əslində görün bizə əslində harda lazım ola bilir. Bu rekursiya vasitəsilə sum'ın yaradılması idi. Yoldaşlar, bir misal da göstərmək istəyirəm. Bunu da göstərək artıq. Məncə düşünürəm ki, tamamlamaq olar ən azından rekursiyanı, sonra keçərik. Deməli, artıq bu öyrəndiklərimiz, yəni rekursiya prosesi binary tree'də gəzmədə nə zaman bizə lazım olur, ona baxmağa. Dostlar, sum olduğu kimi biz bunu faktorial üçün də, çünki 5, 4, 3, 2, 1 sanki bizə faktorialı xatırladır, düzdürmü? Biz bunu faktorial üçün də əslində tətbiq edə bilərik. Gəlin, function faktorial deyək. Bir ədəd n as bir integer kimi bir dəyər götürsün. Təbii ki, geriyə as long qaytarsın, böyük bir rəqəm qaytarsın. Dostlar, burada necə ki cəmlədiyimiz kimi, yəni ki, burada necə ki biz 5, 4, 3, 2, 1 cəmləyə gedirik, düzdürmü? Bizim faktorialdakı deməli funksiyamız nə olacaqdır? Yəni formulumuz 5 vurulsun 4, vurulsun 3, vurulsun 2 və 1. Düzdür? Bu şəkildə biz birinə vura-vura getməliyik. Yəni sıfırı vurmamalıyıq təbii ki. Bax, bunu necə eləyəcəyik? Adi şəkildə, yəni ki, faktorial bərabərdir. N vurulsun, bu səfər özündən kiçiklərin hamısı faktorial n çıxılsın 1-ə. Yaxşı, bu nə zamana qədər davam eləməlidir yoldaşlar? Təbii ki də n 0 olanda artıq bitməlidir. Sadəcə burada bir dənə şeyi düşünün ki, yoldaşlar. Bax, biz bayaqlar burada yazmışdıq, deyəsən sum'da. Fərz edin ki, bu faktorialdır. Biz burada geriyə 0 qaytarırıq, düzdürmü? Və biz bunu burada elə bir ki, cəmləyirik. Cəmləyəndə bizə 0'ın cəmlənməsi bizə bir problem yaratmır. Yəni ki, belə deyim, 5 plus 0 deyəndə bu bizə 5 qaytarır. Bu bizim üçün problem deyil. Amma yoldaşlar, təsəvvür edin, 5 vurulsun 0 olanda necə? Bizə 0 qaytaracaq. Bu 0 qaytarır, bu 0 qaytarır, bu 0 qaytarır da nə oldu? Ən axıra gəlib çatana qədər 0 qaytara qədər gedirsə, hər dəfə bizim ədədlərimiz mənfi və ya müsbət oldu 0'a vurulsa, artıq bu bizə faktorial geriyə həmişə 0 qaytarmış olacaq, düzdür? Bax, belə olan təqdirdə biz n bərabərdir 0 anlayışını icra etmirik burada. Onun əvəzində daha yaxşı bir üsul düşünək. Yəni ki, n-in 0 olma durumunda bu vəziyyətlərdə ən azından geriyə 1 qayıtsın, düzdür? Yəni ki, 0 qayıtmağındansa heç olmasa 1 qayıtsın ki, ən az bir vurulmada problem yaşanmasın. Yəni ki, faktorial geriyə, bax, ən axırıncı bu addımı görürsünüz. Bu ən axırıncı bu addımda artıq 0 deyil də 1 geri qaytarsın. 1'i 1'ə vuraq. 1-dən geri qayıtmış bu dəyəri 2 ilə vuraq. Nə bilim 3 ilə vuraq və s. Yəni ən azından 0 olmasın ki, zaten bu bizə də ehtiyac deyil. Belə olan təqdirdə faktorial 1 olsun. Zaten əks təqdirdə yoldaşlar faktorialı özü-özünü vuracaq. Yoldaşlar, gəlin bunu yoxlayaq indi. Faktorial 5 demək 4 deyək, biraz daha kiçik olsun. 4 nədir yoldaşlar əslində? 1, 2, 3, 4. Düzdürmü? Yəni ki, 2, 3, 6, 4'ə vuranda 24 olmalı. Yəni ki, mən düşünürəm ki, burada 24 çıxacaq. Baxaq, run düyməsinə klikləyəndə 24'ü çıxartdı. 5 deyək yoldaşlar, 5'i 24'ə vuranda 120. Baxaq, run düyməsinə basanda 120 olduğunu görə bilərsiniz. Bu da yoldaşlar faktorialla olan, rekursiya ilə olan faktorial idi. Yoldaşlar, sizin üçün də bir tapşırıq olsun. Düşünürəm ki, bu faktorialı, necə ki, mən burada sum funksiyasını elədim, siz də eyni qayda faktorialı özünüzcə çəkə bilərsiniz, bunu yoxlaya bilərsiniz. Ümumiyyətlə, yoldaşlar, bir şey məsələni deyim ki, rekursiya anlayışında sadəcə koda baxaraqdan nəsə etməməyə çalışın. Ən azından ilk vaxtlarda çalışın bu şəkildə bir diaqramlar çəkin özünüzdə ki, sizə tam aydın olsun. Bu bizim faktorialımız idi yoldaşlar və rekursiya ilə bağlı əslində deyəcəklərim bunlar deyən ki, rekursiyanın gedişatı necə baş verir, arxa planda və s. hamısını danışdım sizə. Düşünürəm ki, bunlar kifayət eləyər indiki variantda. Bəs yaxşı, biz rekursiya bizə binary tree'də necə köməyə çatır? İndi gəlin ona baxmağa çalışaq. Yoldaşlar, bax dedik ki, burada 5, 4, 3, 2, 1 bayaqlar bir şey demişdim sizə ki, bu əslində binary tree'nin elə təxmini bir hissəsini icra edir, düzdürmü? Bax,
4-dən 3-ə, 3-dən nə bilim 2-yə, oradan 1-ə və s. və ya ki başqa cür çəkə bilərik. Buradan 3-ə, buradan bu 2-yə, buradan bu 1-ə və s. Bu şəkildə müəyyən addımlamaları icra edə bilir. Həm sağa, həm sola. Çünki hər tərəfdə zaten rəqəmlərimiz eynidir. İndi dostlar, gəlin bax bunu indi eləyək. Görək necə mümkündür bunu etmək. Yəni bu rekursiya vasitəsilə dedik ki, zaten for döngüsü ilə və s. etmək çox qəlizdir. Rekursiya əslində bizə bunu verə bilər. Belə bir şey çəkək yoldaşlar. Daha doğrusu bir funksiya, bir formula yaradaq. Print3 deyək adına. Print3. Və adı üstündə print olduğu üçün, yəni ki, n as bir integer deyirəm. Dostlar, print yazmadım, prosto aşağıda print var idi deyə. O səbəbdən fərqləndirmək üçün print3 yazdım. Nəticə olaraq nə iş görəcək yoldaşlar? Yenə aşağıda olduğu kimi debug.print n-i çapa verməlidir. Və ondan sonra nə etməlidir? Yenidən özünü çağırmalıdır ki, özünü azalda geçsin. Və bu nə zamana qədər davam edəcək yoldaşlar? Aydın məsələdir ki, n sıfırdan böyük olana qədər. Çünki bizim yəni ki, sonuncu dəyərimiz 1-dir. Biri cavab verib öncə aşağıya qayıtmamalıdır, getməməlidir. O səbəbdən n çıxılsın 0 və zen deyirəm. End if şəkildə. Və dostlar, bir dəfə də yoxlayaq. Görək düzgün çalışırmı? 4 deyək. Çünki bizdə burada 4-dən başlayır, 4 olsun. Hətta birinci 3-dən başlayaq. Biz gəlin çalışaq, asan olsun. Yəni ki, demək istədiyim nədir? İlk öncə bax bu ağacın bu hissəsinə köklənək. Hətta bu aşağıdakini silirəm, çox qarışıqlıq olmasın burada. Ağacın bu hissəsinə köklənək ilk öncə. Görək 3, 2, 1. Bizim buradakı qayda qanunumuz nə idi? 3, 2, 1 olmalıydı. Bu şəkildə oxumalıydı. Sonra 2-nin altını oxumalıydı. Yəni 2, 1, 1. Sonra o biri 2-yə keçməliydi və onun altını oxumalıydı. Yəni ki, 3, 2, 1, 1 və 2, 1, 1. Dostlar, 3 deyəndə run düyməsini basanda 3, 2, 1 deyir. Yəni ki, əslində, bax, mənim əslində burada icra etdiyim bax bu hissədir. İlk hissəsini icra edirəm. Amma bu, dostlar, nə olmalıdır? Geriyə qayıtmalıdır. Yəni ki, geri dedikdə nəyə? Təzədən 2-yə qalxıb 1-ə düşməlidir. Dostlar, yəni ki, bax, biz bayaqdan çəkirik də, düzdür mü burada? Aşağı doğru gedirik, təzədən callback edib yuxarıya doğru qalxırıq. Callback eləməsini zaten bu natural. Yəni ki, natural olaraq o callback eləməyi bacarır. Bax, bu geriyə callback eləyəndə, callback nədir yoldaşlar? Bu artıq bu funksiya özünü bitirir, ondan sonra o biri sətirlərə keçir, düzdür? O demək, daha aşağı yuxarı. Həmin ona keçəndə bir dəfə də aşağı düşsün yoldaşlar. Bax, yenidən 3, 2, 1 gəldi. Birdən geri, bax, bu callback əməliyyatıdır bu arada. Bu callback əməliyyatında geriyə təzədən bir dəfə də aşağı düşməli. Çünki aşağıda dəyər var axı. Bax, normalda aşağıya düşən yoldaşlar print3-dir, düzdürmü? Aşağı düşmə əməliyyatı bununla icra olunur. Yenidən çağırılması ilə. Bu özünü bir dəfə də çağırsa yoldaşlar, hər hansı bir nöqtədə, yəni ki, hər hansı bir nöqtə dediyimdə nədir yoldaşlar? N-in sıfırdan böyük olma ehtimallarında bir dəfə də aşağı düşməyi bacararmı? Deyə bir suala verə bilərəm. Gəlin dostlar, o zaman print3 n çıxılsın bir bura yazası olsaq, görək necə bir nəticə verəcək. Dostlar, gəlin bunu bax, icra run düyməsini klikləmədən öncə elə bir diaqram üzərində görməyə çalışaq. Mən 3 ilə başlayıram yazmağa. Bunları təmizləyək. Mənim ilk dəyərim 3-dür. 3 çapa verilir. Tamam, 3 verildi. Sonra 2 verildi və çağırdı o birisini. Bu da 1 verildi. Lakin 1 veriləndən sonra, yəni ki, çapa veriləndən sonra nə dedik yoldaşlar? Yəni ki, öz-özünü çağırırdı axı, düzdürmü? Və bu çağırışlar bitir. Nə zaman bitir yoldaşlar? Artıq bir dəfə də n, yəni ki, 1 olaraq çağırılanda və bura 0 olanda bura artıq işləmir. Yəni ki, bu artıq nə edir? Başlayıb geri qayıtmağa. Geri qayıtmaq deməkdir ki, yoldaşlar, bu əslində 3-2-1 yazdığım bu birinci print3 vasitəsilə çapa verilənlər idi, düzdür? Bu səfər başlayır nə edir yoldaşlar? Print n çıxılsın 1 yazmağa. Amma bu n çıxılsın 1 nə zaman gerçəkləşir? Bax, bizim 2-də. Çünki 1-də artıq o gerçəkləşmir. Çünki 1-dən sonra 0 olduğu üçün gerçəkləşmir. 2 vəziyyətində təzədən print3 n2 olan vəziyyətdə göndərilir. n2 olan vəziyyətdə göndəriləndə 1 gəlir. 1 0-dan böyük olduğu üçün düşür o biri n-i, daha doğrusu o biri 1-i deməli çapa verməyə. Bu da yoldaşlar, burada o səbəbdən 1-i çapa verəcək. Sonra bu da bitdi mi? Geriyə hara qayıdır yoldaşlar? Artıq ikinci print3 olduğu üçün n-diff və n-sub olur deyə artıq birbaşa hara qayıdır? 3-2-1-in üzərinə keçdiyi üçün qayıdır bax həmin bu növbəti 2-yə. Çünki biz burada dostlar print n çıxılsın 1-dən sonra
artıq 3-ün 2 olma vəziyyətini çapa verəcəyik. Dostlar, burası biraz qəlizdir, başa düşürəm. Elə mən özüm də danışdıqca biraz çətinlik çəkirəm başa salmaqda. Amma hər bir halda diaqram üzərində baxanda əslində vəziyyəti görmək mümkündür. Lap istəyirsiniz yoldaşlar, onsuz da axırıncı prosesdir. Gəlin bunu bunlar kimi çəkək. Mən düşünürəm ki, bunlar kimi çəkmək daha yaxşı bir üsul olacaqdır. Çünki bunun üzərində biraz ola bilsin ki, qarışdırırıq. Gəlin belə bir şey eləyək. Yenidən bayaqlar olduğu kimi başlanğıcını qoyaq. Biraz bir böyük çəkəcəm çünki içərisində doludur. Bu bizim başlanğıcımızdır. Hansı ki print tree 3 olaraq çapa verilmə vəziyyətidir. Tamam. İndi mən burada print deyirəm və 3 deyirəm. İçərisinə daxil olur yoldaşlar. Nə edir? Debug print 3'ü çapa verir. Çapa verəndən sonra yoldaşlar nə baş verir burada? Print tree n çıxılsın 1. Print n çıxılsın 1 demək nə deməkdir? 3 çıxılsın 1. Düzdürmü? Amma dostlar, print n çıxılsın 1 deyəndə əslində bundan sonra başqa bir kod yenə var, düzdür? Əslində bu normalda bu birisi də icra olunmalıdır. Lakin print çağırıldığı üçün hələ ki bunun nə edir? Gözlədir. Yəni ki bir müddət gözlədir. Keçirəm artıq başqa bir printə. Yəni ki bunun içərisindəki 3 çıxılsın 1 printinə. 3 çıxılsın 1 printi mənə hansı printi açır? 2 printini. D.P 2 olaraq çapa verilir. Və deyir ki print nə olsun? 2 çıxılsın 1. Və altında təbii ki də yenə print var. Bunu da gözdən yayındıra bilmərik. Bu 2 çıxılsın 1 də başqasını çağırdığı üçün yenə altdakini görə bilmir. Nə bu görünür, nə də bu görünür hələ. Nə edir yoldaşlar? Bu da bir başqasını çağırır. Hansı başqasıdır bu yoldaşlar? Printin 1 olma vəziyyəti. Printin 1 olma vəziyyətində D.P.1. Düzdür? Bu şəkildə 1 olma vəziyyətində debug print olunur və həmçinin də burada print 1 çıxılsın 1. Dostlar, 1 çıxılsın 1 də həmçinin çağırılır. Özü bax, hələ ki biz birinci printlər üzərində gedirik ya dostlar. Başa düşürsünüz? Burada biz ikinci printlərin hələ ki heç birinə gəlib çata bilməmişik. Birinci print 1 çıxılsın 1 deyirik və bu da yeni bir funksiya yaradır. Bu da hansı printdir yoldaşlar? 0 olma vəziyyətidir. Və D.P yaxşı sual verim. Çapa veriləcəkmi yoldaşlar? Debug print. Cavab yox. Çünki niyə? Print 0 olanda artıq bu şərt ödənmir. Bu şərt ödənmədiyi üçün bu altdakiları görmür. O səbəbdən yoldaşlar artıq nə baş verir? End. Yəni ki bu artıq sonlanır. Sonlandığı üçün yoldaşlar artıq ikinci prosesdə nə başlayır? Bu geriyə qayıdır print 1. Yəni ki qaldığı ən axırıncı nöqtəyə. Print 1 çıxılsın 1. 1'ə qayıdır. Amma dedik ki nə olmalı yoldaşlar? Normalda biz necə öyrənmişdik? Elə gələn kimi özündən geri qaytarırdı. Amma bu səfər geri qaytara bilmir. Çünki niyə? Print 1 çıxılsın 1 hələ onu gözləyir aşağıda. Amma bu artıq ikinci printə keçməlidir. Belə olan təqdirdə print 1 çıxılsın 1 də özlüyündə gedir başqa bir printi çağırır. Burada 0 olur və sual, print 0 olması da həmçinin çağıra bilirmi? Bu da çağıra bilmir. Demək ki nə olur yoldaşlar? Bu da end olur. Bu end olanda callback geri qayıdır. Bax, hər iki print callback oldu mu? 1 çıxılsın 1 ehtimalları. Demək ki bax bunun da özünə nə də artıq yoldaşlar end olmuş sayılır. Bunun end olması demək ki birinci printin end olması deməkdir. Düzdür? Geriyə qayıtdı buna. Bu bitəndən sonra artıq 2'nin print 2 çıxıl 1'i artıq başlayır. Bax burada indi yoldaşlar fikir verin. İndi yadda saxlayaq həmçində print olmalarını. Bax birinci nə print oldu? 3 print oldu. Sonra 2 print oldu. Sonra 1 print oldu. Bu şəkildə. İndi geri qayıtdım buna. İndi bu print bitəndən sonra artıq keçirik bu printə biz. Bu printdə yoldaşlar dedik ki nəyi çağırır özlüyündə? Özlüyündə bu çağırır 2 çıxılsın 1'i. Yəni ki print 1'i çağırır. Bu print 1 D.P 1'i çapa verir. Lakin özündən sonra da nə çağırmalıdır yoldaşlar? 1 çıxılsın 1'i. Yəni ki 1 göndərilib deyə 1 çıxılsın 1. Print
1 çıxılsın 1 deyəndə, indi bunun da özü burada olduğu kimi yoldaşlar nəyi çağırır? Print 0'ı. Heç bir şey icra olunmur, düzdür? End olur. Geriyə qayıdır. Bu səfər digər print başlayır. 0. Bu da end olur. Bu da callback olur. Bu da artıq ikisi də callback olandan sonra bu da end olmuş sayılır. Demək ki, burada çapa verilən nə oldu yoldaşlar? DP1. Yəni ki, 1 çapa verilmiş oldu. Gələk yazaq burada yoldaşlar. 1. Sıralı şəkildə. Bax yoldaşlar. Bunlar çapa verildi. İndi bu da bitdi mi yoldaşlar? Yəni bu end olduğu üçün ikincidən çağırıldığı üçün bu da geriyə callback. Bu da bitmiş sayılır. Bu bitdiyi üçün də dostlar bu geriyə qayıdır hara? Bax buna. 3 çıxılsın 1. Yəni ki, bu 3 çıxılsın 1 birinci printin callback olur. Sonra bu işini bitirəndən sonra artıq bu gedişatın hamısı yoldaşlar birinci print üçün idi. İndi bax burada yazılmışların hamısı əslində bu 3 çıxılsın 1 üçün də ikinci dəfə yenidən başlamalıdır. Sonra o səbəbdən məsələni çox uzun tutmaq üçün bu hissəni bir dənə kopyalayacağam. Belə. Kopyalayacağam. Bunu gətirək. Bu aşağıya qoyaq. Deyəsən burada nəysə az kopyaladım. Bircə saniyə. Belə. Kopyalayaq hamısını. Bu niyə götürmür bunu? Yaxşı, belə bir şey eləyək. Hamısını kopyalayaq. Gətirək qoyaq. Bu hissəyə lazımsızlar siləcəm. Aha. Yoldaşlar, indi baxın. Dedik ki, bax birinci printdə callback olandan sonra ikinci printdə artıq gedib nəyi çağırır yoldaşlar? Bunu çağırır. Eyni proses yoldaşlar bax digəri üçün başlayır. Artıq burada çapa verilənlər kimlər olacaq yoldaşlar? Çapa verilənlər yenə buradan başlayır. Əgər 3-2-1-1 deyə gəldik, buradan təzədən 2 çapa veriləcək. Bundan sonra 1 çapa verilir. Ondan sonra heç kəs çapa verilmir. Geri qayıdır. Bu 1 çapa verilir. Burada da heç kəs hamısı end olduğu üçün geriyə qayıdır. Artıq bu da nə baş verir yoldaşlar? End olmuş olur. Yaxşı çəkək. Bu şəkildə end olmuş olur. Bax ki yoldaşlar, çıxan nəticə nədir? 3, 2, 1, 1, 2, 1, 1. Dostlar, bax bu hissə, hətta belə eləyək. Bax, bu hissə ağacın bir növ sol qolunu, bu isə yoldaşlar sağ qolunun gedişatını göstərir. Bax, burada etdiyimiz də budur. Bax, 3, 2, 1, sonra geri qayıdıram o birisi 1-ə, sonra geri qayıdıram o birisi 2-ni, bax, üçün 3, həm birinci 2 üçün, sonra ikinci 2 üçün, baxın, eyni prosesi təkrarlayır. Bax, rekursiya da budur yoldaşlar. Təkrarlana bu şəkildə gedir. O səbəbdən də yoldaşlar, bu da aydın oldusa, istəyirəm ki, bunu gələk burada indi run deyək. Run düyməsindən klikləyəndə biraz daha yaxşı. Run düyməsindən klikləyəndə baxın 3, 2, 1, 1, 2 və 1, 1 olaraq gedir. Yenidən run düyməsindən basıram. Baxın 3, 2, 1, 1, 2, 1, 1. 4 etsək yoldaşlar necə olacaqdı? Baxın run düyməsindən klikləyəndə 4, 3, 2, 1, 1, 2, 1, 1, 3, 2, 1, 1, 2, 1, 1. Bizim zaten dərsin ilk başında çəkdiyimiz kimi. Necə idi yoldaşlar? Baxın 4-dən başlayıram. 4, 3, 2, 1, 1. Sonra 2, 1, 1 etdikdən sonra axı 3-ün altında bunlar cütləşdi. Bu cüt olmadı, düzdürmü? Bunu da yazıram bu cütünü. 2, 1, 1. Sonra bu 3-ün cütünü yazıram. Sonra 3-ün bunun altında bu 3 artıq yoldaşlar təbii ki də bu 3-dür. Bunun altında olan 2, 1, 1, 2, 1, 1 bu şəkildə davam edir. Baxın bizim burada yazdığımız, bizim bu kodda çıxardığımız nəticə sayılır. Dostlar, bu dərsimizdə biz, uzun bir dərs oldu, bilirəm. Bu dərsimizdə binary tree-yə qədər olan rekursiya anlayışından danışdıq yoldaşlar. Hansı ki, baxın, binary tree necə çalışırdı, onun növlərinə baxdıq, üsullarına baxdıq. Binary tree-dən danışdıq başlanğıc olaraq ki, necə görsənir. Rekursiya bunun harasındadır, necə işləyir,
bunların hamısını görməyə çalışdıq. Dostlar, bu dərsimiz bu şəkildə idi. İndi biz artıq gələn dərsdən etibarən artıq deməli binary tree-nin yaradılmasına və onunla bağlı olan müəyyən məsələlərə baxmağa çalışacağıq. Dostlar, gələn dərsdə görüşənədək sağ olun.